Müəllimin kitabında görmüşəm, başqa heç kimdə görməmişəm. Yəni belə, həqiqətən birinci deyiri doğru mətnin tapılması. Hüquq elə bir şeydir ki, siz təməldən başlamalısınız. Yoxsa hə, gəldim, əlimdə bir dənə kitabdır, nə gözəl, bunu oxuyuram, imtahana girirəm, bununla şey olmur, istədiyiniz nəticə olmayacaq. Digər məsələ nədir? Bayaq bir nəfər deyir ki, müəllim, uzun müddət işləmişəm də, yəni vaxt var, çalışa bilirəm, imtahanlardır bir həftə. İndi necə hazırlaşmaq lazımdır imtahanlara? Necə neynəmək? İmtahandan necə hazırlaşır? Yəni, axırıncı gün açırıq, belə vərəqləyirik ki, nə var? Konspektlə hazır. Ona da gələcəm. Gələcəm ona da, qəşəng özdə. Deməli, bu məsələdə vəziyyət necədir? Baxın, Nami Barlasın təzə bir dənə avtobiyografiyası çıxdı. Mən ancaq türklərdən danışacağım bu arada sizə. Gəldiyim yeri tərifləməliyəm də az çox. Deməli, Nami Barlasın belə bir məqaləsidir. Dedi ki, mən heç bir dərsdən qalmamışam indiyənə qədər. Ən sıxıcılarından belə. Türk tarixidir, inqilab tarixidir, türk dilidir. Hamısında oturmuşam. Hə, niyə oturmuşam deyim. Deyir, əgər mən birinə girməsəm, deyəcəm, əşi, bu lazım deyil, o lazım deyil. Mən hamısına girmişəm. Deyir, həmişə qeyd götürmüşəm. Evə gedəndən sonra da deyir, neynəmişəm? Kitabla qeydimi birləşdirmişəm. Deyir, mən günü-günə həmişə deyir, disiplinli bir çalışma eləmişəm. Mənim tələbələrim də ki, daha belə rahatdır da. Yəni, bu gün izah edirəm, səhər gətirim ki, bunu necə eləmək lazımdır, durur, baxır. Yəni, o ki, metodikanı verirsən, gəlirsən ki, kazusu həll elə. Deyir, müəllim, ardıcıllıq necə idi? Onların hamısı şey istəyir. Hə, müəllim bir dənə mətnini versin, biz bu mətnin ətrafında başlayaq, danışaq. Yəni, o deyil. Yəni, hüquq sadəcə durub mühazirə danışmaqla olası bir məsələ deyil. Sizin üçün o, düşünmənizi gərəkdirən bir funksiyadır. Hə, davamında nə deyir? Baxın, maraqlı ideyaları var bu adamın. Deyir ki, əgər siz sadəcə imtahandan imtahanı oxusanız, nə bilim, əzbərləyib imtahan versəniz, hüquqşünas olmayasınız, sadəcə hüquqdan məzun olacaqsınız. Əgər ki, o maddə mətnini qarşınıza gətirəndə siz hər etapda şərh eləyə bilmirsinizsə, sağa, sola, yəni bir neçə metod şərhin yolu var da, hətta metodikanın da yolu var. Məsələn, bir kitaba baxın, ya başlayır nədən? Tarixi metodologiya yazır, sosioloji yaza bilər, pozitivist yaza bilər, ancaq qanunları hər fırlaya bilər. Hamısını bir araya gətirə də bilər. Hər ola bilər ki, yəni bunun hansını seçəcəyini müəyyən eləsinlər. Hə, davamında icazənizlə mən artıq doğru mətnin tapılmasında bir-iki dənə nöqtəni də vurğulayım, keçək. Qəbul edirəm ki, siyasi fəlsəfənin en sadə kitabı var. Başa düşdü, Raul. Hə, siyasi fəlsəfənin en sadə mətni var. Bu mətnlərin hamısını başdan sona oxumaq biraz yorucu ola bilər. Amma faktiki olaraq bu gün üçün aktual olan və o mətnləri istifadə edə biləcəyimiz hissələri var. Bundan bağlı cid-cid kitablar var. Əgər bilmək istəyirsinizsə deyirəm, İngilis dilində Ebensteynin siyasi fəlsəfənin təməl əsərləri nə idi? Belə bir şey. PDF-ini göndərəmsin. Hə, belə bir kitab var. Ebensteyn bunun hamısını yığıb. Hansı ki, bu gün üçün istifadə olunur. Hə, əgər başqa bir mətndə istəyirsinizsə, bu mətn Alev Alatlının türkcə yazdığı bir şey var. Şərqi dəyişdirən mətnlər deyə var. Bir də bizi dəyişdirən mətnlər var. Hətta fikirləşin o mətndə bizi dəyişdirən Əhməd Bəyoğlu'nun da əsərləri var. Yəni, o hissələr də qadın azadlığı ilə bağlı olan fikirləri var və digərləri. Səhv eləmirəmsə, sərbəst insanlar ölkəsindən də paragraflar var idi. Hə, mətnləri düzgün oxuma strategiyası nədir? Hə, mətnləri düzgün oxuma strategiyası belə olur ki, düşünün, cinayət hüququ dərsinə girirsiniz. Hamının əlində bir kitab olur. Amma Uğur Hoca var idi, rəhmətli. O qayıtdı, dedi ki, mənim dərsimə gələndə başınızı gətirin, məcəllənizi gətirin, kifayətdir. Hə, indi sual belədir, məcəllə ilə cinayət hüququ kifayət eləyərmi? Deyir ki, əgər yox, sizin üçün bu ağırdırsa, mən nə eləmənizi tövsiyə edirəm. Faruk Erəmin cinayət hüququ kitablarını oxuyun, deyir. Hə, bu Faruk Erəm kimdir? Türkiyədə Vəhşilər Kollegiyasının sədri olub, nə bilim, Ankaranın neçə il cinayət kafedrasının dekanı olub, kafedra müdürü olub və s. Bu adam Humanist Cinayət Nəzəriyyəsi yazıb. Qəşəng də kitabı var da, harcısı bir 1000 neçə səhifə, 2 cildi birləşdiriblər 98-də. Maraqlı kitabdır. Deyir ki, yox, yenə də güncəl bir kitab istəyirsinizsə, Sulhi Dönməzər Sahir Elmanın 10 min səhifəlik cinayət hüququ kitabını oxuya bilərsiniz. Hə, cinayət hüququna təzə, cinayət hüququndan elmiş yazanda onu oxumuşam mən. 4-ünü də ki, görüm nə yazıb. Düzü biraz əlavələrə keçmiş, gəl oxumayaydı.
Hələ o da yetmir, ha, sizə deyim ki, sadəcə o ikisini oxudum, kifayət edirmi? Yox da, daha nələr var. Yəni belə, birinci bundan başlayır. Sonra ən maraqlısı odur ki, tamam, indi bu qədər Almanı, Fransızı falanı var da, bəs biz harada başlamalıyıq, harada qurtarmalıyıq? Elə hər yazılanı oxumaq lazımdır, hər oxuduğumuzda bizə lazımdır. Bura qədər sual var, mən elə danışıram, yəni nəsə maraqlanan şey yoxdur. Biraz TEDx-ə döndərmişəm, üzrüsən, amma mövzu odur da. Sizə sxem çəkib sağda bu olsun, solda bu olsun, o hüquqi yazı dərsinə sizə yetər qədər izah edəcəklər. Əhməd bəy Ağaoğlu siyasi fikirlərinə yer verən əsərin qayıtmaq nə idi? Aliyev Alaxlının kitabında var, amma Əhməd bəy Ağaoğlunun əsərini oxumaq istəyirsinizsə, şey var. Sərbəst insanlar ölkəsi var, dövlət və fərd var, bir də hüquqi əsasiyyə kitabı var. Konstitusiya hüquq kitabını onun ərəb əlifbasından latına keçiriblər. İndi bir-bir gəlirəm. Zeki Hafızoğulları var, hələ də yaşayır. Bu adam İtalyan məktəbindəndir və qəşəng maraqlı kitabları var. 4 cilt cinayət hüququ kitabı var, cəza normu deyə bir dənə kitabı var. Türkiyədə pozitiv nəzəriyyənin demək olar ki, əsasını qoyub da, yəni bu kitabla. Və burada mahiyyət etibarıyla vəziyyət nədir? Sizə belə izah edeyim. Zeki Hafızoğulları deyir ki, qəbul edirəm, çünki Türkiyənin cinayət məcəlləsi əvvəl İtalyanı idi, sonra onu dəyişdilər, Almana meyllədilər. Deyir, qəbul edirəm, yaxşı deyir, İtalyan nəzəriyyətçilər var, alimlər var, onları da bilmək lazımdır. Deyir, amma hüququ yaxşı başa düşmək üçün qitə Avropasının təməl mətnlərini oxumaq lazımdır. Və bu mətnlərlə öz hüquq sistemimizi qurmaq lazımdır. Öz toplumumuza uyğun bir mətn çıxartmaq lazımdır. Bir dənə cümləsi var, onu dənə-dənə oxumaq istəyirəm. Deyir ki, biz də bir toplumuq əlbəttə. Çox dəyərli Alman hüquqşünaslar var. Amma mən əlbəttə Immanuel Kant deyiləm. Amma Almanyadakı bir cinayət hüquqşünasından aşağı deyiləm. Hüququn böyük üstadlarını tanıyaraq öz milli hüququmuzu meydana gətirməli, ona çalışmalıyıq. Yəni, Alman onu dedi, bunu dedi. Almanın dediyi də Quran ayəsi də deyil də. Yəni, belə Azərbaycancakı o təməl şuar odur ki, Quran ayəsi deyil. Yəni, Almanların dediyi bir çox şeydən, məsələn, mən razı deyildim. Bir kitab oxuyurdum Alman dilindən tərcümə, qeydlər götürdüm ki, bu nə deməkdir ki, niyə buna ehtiyacı var ki, burada problem nədir ki? Məsələn, ona görə o adam o saat onu deyir, təməl kitabları oxumaq lazımdır. Cinayət hüququndan təməl kitablar kimi oxumalısınız ki, Qarfalo, kriminologiya maraqlısı Qarfalonu oxuya bilərsiniz. Cezare Beccaриa'nı mütləq oxumaq lazımdır. Lambrosonun bəlkə də o kitab köhnəlmiş ola bilər, okey, onu oxumaya da bilərsiniz. Von Litz'i oxumayan adam, Carrarranı bilməyən adam gəlib mənə cinayət hüququ danışmasın da, xahiş edirəm. Yəni, orada problemlər yaranır. Yəni, adamlar onu, var bir dənə, İtalyan, Antolossi deyə birisi var. Çox qəşəng kitabları var bu adamın cinayət hüququndan. Türkiyədə İtalyan dillərinin hamısı ona istinad edir. Çox sadə yazırlar. İtalyan dilindəki ədəbiyyatla Alman arasında böyük fərq var. Qısa, lakonik və lazımlı ifadələrlə İtalyanlar hər şeyi izah eləyə bilir. Sualı olan var? Yəni, belə deyim də, mən heç təvazökar bir insan deyiləm və açıq-açıqda deyirəm. Yəni, mən ola bilər Türkiyədə oxuyuram və çox da xoşbəxtəm ki, orada oxuyuram. Dünyanın hər hansı bir yerində mənlə eyni ildə doktoranturaya girən və ya hələ də doktorant olandan da az bildiyimi düşünmürəm, elə çox bildiyimi də düşünmürəm. O deyir, eyniyəm, amma mən deyirəm, mən çox da bilə bilərəm. Çünki mən məcbur konstitusiya hüququ yox, mənə məcbur insan haqları, dövlət nəzəriyyəsində oxudublar. Magistrda cinayət oxuyanda 4 dənə ədəbiyyata hakim olursan bir ölkədə və başlayırsan xariciyə, o sənə ağırlıq edir. Hamısına baxa-baxa nəsə yazırsan. Desəz ki, hüquq biri ilə kifayətlənə bilərmi? Xeyr. Hər il dərsdə ən azı bir dəfə görürəm ki, tələbələr yetişmir, dərsləri oxumayıblar ya da ki, müzakirə qutarıb 2 dənə məhkəmə qərarının. Başlayıram, klassik bir mətn var. Rona Serozanın 2013 ya da 18-ci ildə Qalatasaray Universitetinin jurnalında var. Qalatasaray Universitetinin açılışındakı çıxışı var. O çıxışda bir deyir ki, hüquqşünasın müsbət tərəfləri nədir? Yəni, bir hüquq təhsili almağın. Digər tərəfdən, hüquqşünas olmağın mənfi tərəfləri nədir? Adam açıq-açıq deyir, siz toplumun dərdinə yanacaqsınız, siyasətdə nə olduğunu görəcəksiniz, qəzet oxumalısınız, nə bilim, nə etməlisiniz, bir bunun hamısını deyir. Sonra deyir ki, mənfi tərəfləri də var. Siz hüquq oxuyub qırağa çəkilə bilməzsiniz.
Siz məcburiyyət qarşısında sosiologiya, siyasət, siyasi tarix, siyasi fəlsəfə də bilməlisiniz. Çünki bunları etap-etap bilmədikcə digərinin məntiqini tuta bilməzsiniz. Quru o qanun maddəsinin özəyinin hardan gəldiyini başa düşmədikcə bu olmur. Yəni mülki hüquqda mənə Roma hüququ bilməyən adam effektiv bir izah verə bilmir. Roma hüququnu niyə deyim? Məsələn, servitutun uzufruktun hardan gəldiyini bilməyən adam mənə necə izah edə bilər ki, servitut nədir, uzufrukt nədir? Praktikada da var. Keçən dəfə kamerada var, deyirdim. Keçən dəfə bir dənə elmi iş var idi. Qayıtdı dedi ki, cəmaatın evinin içindən keçə bilər, nə bilim, nə edə bilər, buna icazə verilməlidir. Hüseyn müəllim qalxdı dedi ki, yox, ola bilməz. Məhkəmə qərarında da bu tətbiq olunur. Yol uzun olsa da cəmaatın evindən keçməməsi məsələsinə görə deyir, biz onun tətbiqinə icazə vermirik. Ucada. Əzim, niyə orada korporativ axtarırsan ki? Yəni, mülki hüquq sadəcə korporativ sadə izahda deyil ki, lap sənin korporativinə cavab verirəm. Hüquqi şəxsin məntiqini tutmaq üçün Azərbaycanda da Alman mülki məcəlləsinə baxmaq lazımdır. Təməl oradan gəlir. Çünki həqiqətən orada elə maddə var ki, bilmirsən başı hardadır, ayağı hardadır və bu nə demək istəyir? Yəni, onu bir 10 dəfə oxuyursan, qrafik çəkirsən, nə bilim, dizayn edirsən, o da olmur. Yəni, belə, bu hissədə bir kökünə getmək lazım. Hə, deyirsiniz ki, buna vaxt varmı? Nə olsun, yəni, neçə yaşınız var ki, belə baxanda? Nə demirəm, da hər şeyi başlayın, Sokrat belə dedi, Platon belə dedi, ona lazım deyil. Praktikada istifadə edə biləcəyiniz təməl mətnləri tapmağa çalışın. Ən pis ehtimalda Fərhad müəllim deyirdi ki, hər bir hüquqşünas, hər hüquq sahəsindən bağlı ən azı bakalavr səviyyəsində bilməlidir. Mən demirəm, da oturun, cinayət hüququna marağınız yoxdur, işləyirsiniz mülküdə, bütün monoqrafiyaları oxuyun. O da lazım deyil. Konstitusiya hüququndan da o da lazım deyil. Sadəcə sizə nə lazımdır? Mülküdür. Həqiqətən mülkü ilə bağlı hər dəfə yeni məqalə nəsə varsa, onu ən azı araşdırın ki, nə dedilər, kimin ideyası nədir? Məhkəmə qərarı çıxır, 3 ulduzlu qərardır. Birinci il dərsə girmişəm, deyirəm, ali məhkəmənin 3 ulduzlu qərarları var, 4-cü kurs, xəbəriniz var. Deyir, yox, mənim xəbərim yoxdur. 4-cü kurs gəlib qabağıma deyir, 3 ulduzlu qərar bilmirəm də. O mənim üçün faciədir ki, mən hara düşmüşəm. Siz bu ülkəsiz, keçən ildən söhbət gedir. O 3 ulduzlu qərarda oxumağın da yolları var da, yəni. Dilim dişimi gətir. Başqa sual? Buyurun. Var. Ya mən həmişə indi demirəm də, mən həmişə öz kitab siyahımı tələbələrə verirəm. Yəni orada elə kitablar var ki, çoxunun nəşri də bitib, satışı da yoxdur. Yoxdur, amma yenə də ən azı tələbə görsün ki, şey var, ölkədə kitab. Məsələn, alqı-satqı müqaviləsinin kommentariyası var. Əkrəm Həsənovdan bir nəfər yazıb, bilmirəm. 2003 ya da 5 olmalıdır, bu aralıqda dəyişir. Elə bir kitab var. Məsələn, baxın, onu görməyib də tələbə. Məndə elektron versiyası belə var. Necəsə, bilmirəm, gəlib çatıb. Yəni, çox kitab var ölkədə. Rus dilində olanları qoyuram qırağa. Mən zaten onları oxumuram. Mən Azərbaycanca olanları da bakalavr dönəmi yığmağa çalışdım ki, əlimin altında kitab olsun. Hə, Ənnağı müəllimcinin 2 dəfə çap olmuş kommersiya hüquq kitabı var. Hə. Mən o kitabı şeyə vermişəm, Əsmə xanımdadır mənim kitabım. Kitablar niyə bizim kitablarında? Bilmirəm, əzim, Axundovda search eləmirsən heç? Sual verirəm, Axundovda search eləmirsən? Axundovda search eləyirsiniz, sonra onlayn kitabı istəyə bilirsiniz. Sizə PDF-ini yollayırlar. O da var, yəni qeyri-adi bir şey deyil ki. Hə, Rus dilində biri var. İnanırsınız, o kitabı mən də axtarıram, Axundovda da yoxdur. Məhəmməd Xələfov var idi əvvəl, Bakı dövlətində dekanı olub da. Allah rəhmət eləsin. Onun Azərbaycan SSR mülki hüququ deyə bir dənə kitabı var. Çox qəşəng kitab da deyirlər. 170 səhifə falandır. Amma mən o kitabı görməmişəm. Elmi işini keçən dəfə gördük. Sonra mən onu yolladım Türkiyədəki müəllimlərə. Hətta müəllim qətib edir, bu kitabın iki paragrafını tərcümə eləsək türk dilinə bilsiniz nə qədər istinad alar. Deyir, Ruslar belə bu şeyi yazmayıblar. Üstündən keçirlər. Amma o adam oturub onu yazıb. Heyf ki, Rus dilində yazıb da. Yəni, belə deyim, lap onu da qoyuram qırağa. Mən bütün yayı oturub, Elçin müəllimin qeydlərini keçirmişəm. İnana bilsiniz ona. Yəni, və Kiril əlifbasından latına çevirmişəm. Allah Gülnaz müəllimənin canını sağ eləsin. Hər damıya bir cümlə yazıb da. İnansız, şəklini çəkmişəm, atmışam kompüterə, böyütmüşəm. Hələ bir onu yazmışam. Yəni, deyir, dərdimin nəsə bezarımı qutarmış kimi belə qalmışdım da. Bu nədir? Sonra biri var idi, 2 vərəq idi. Ağlamaya köçürməmişdi, qaralama versiyası idi da. O sözün hansı olduğunu tapana qədər mən 3 gün o vərəqə baxmışam. Belə ki, Allah görürsən, bura nə yazıb?
Yəni o şeyi üzə çıxarmağa çalışacağam. Əgər Elkin müəllimin də etirazı olmazsa. Görək nə deyəcək. Yəni ümid edirəm ki, etiraz eləməz. Yəni ən azı alternativ kitablar olmalıdır. Hacettepe Universitetinin girişində bunu planlamamışdım, yaxşı yadıma düşdü. Girişində bir dənə latınca ifadə var. Latıncası yadımda deyil, kitabın mənası odur ki, daşın orada tablet deyil də, tabletin mənası odur ki, bir kitablı insandan qorxuram. Yəni bu adam alternativi görmür. Sadəcə birini görür. Nə də olur deyir. Hə, filan kəs belə dedi. Nə olsun? Alternativi görmək lazımdır. Deməli, Suli Dönməzərin bir etirazı var. Deyir ki, Türkiyədə devalivasiya olur, 80-lardan söhbət gedir. Deyir, biz deyir, universitetlərə kitab gətirə bilmirik də, fitə hüququndan uzaqlaşmağa gedirik. Yeni ədəbiyyatı izləyə bilmirik. Çünki onlayn sistem yox. Hələ cəmaət maşinkadır da, səfərəm, daktilo ilə yazı yazır, kompüter yoxdur, 80-lər və bu adam deyir ki, yoxdur kitab. Sağ ol. Kitab yoxdur deyir. Deyir, amma deyir, universitetin kitabxanası hər dəfə yenilənməlidir və belə bir cümlə işlədir kitabında. Kitabxana olmadan hüquq elmi reallaşdırılamaz. Hüququn gərəyi məqsədi kitabxanadır, kitabdır. Həqiqətən, kitabxana olmayan evi demirəm də, bir hüquqşünasın kitabxanasız nəsə yazdığını mən təsəvvür edə bilmirəm. Nə yazdırsan orada? Poeziyadır bu sənin üçün. Yəni, qəbul edirəm, mən bir vəkillə işləyirdim, Adil müəllim. Deyir ki, mənim məntiqim bunu belə-belə deyir. Adam oturdu, yazırdı. Sonra AHM-in prezidentlərini tapırdı, yazırdı. Bu qeyri-adi bir şey deyil. Yəni, Allah rəhmət etsin, Adil müəllim işinin peşəkarı idi. Amma faktiki olaraq, bütün hüquq metodologiyası kitablarında deyilən bir söz var. Mütləqdir ki, siz deyir, bir kazusu həll eləmədən öncə açın, baxın, görün. Sizdən əvvəl kimin bu problemlə qarşılaşıb, yəni kimin bu problemi görüb, kimin bu problemlə biri o əlaqədə olub, düşədir, haşır neşir olub. Yəni bunu baxırsınız ki, hə, məndən qabaq da bu problemə bir cavab tapılıb da, neyinib? Məsələn, mən həmişə kazus həll eləməmişdim. Bir dəfə yazıram hüquqda falan şey necə ola bilər? Demirəm, oturun da Supreme Court'un Amerikadan bir kazusunu tapan oxuyun. Ona da ehtiyac yoxdur. Bir dənə qəzet xəbəri tapdınız. Bu oldu. Məhkəmə belə qərar verdi. Bitdi. Yəni artıq siz bilirsiniz ki, dünyadakı prezident belə formalaşıb. Hə, bu bizə lazımdırmı? Bunu necə tərcümə edirəm mən? Bircə dəqiqə. Yargısal aktivizm deyilən bir anlayış, yəni mühakimə aktivizmi. Yəni insan haqları elə bir şeydir ki, universallıq prinsipi çərçivəsində bu ölkədəki hüquq pozuntusu o bir ölkədə də hüquqa uyğun səbəb ola bilməz, hüquq pozuntusu olmalıdır. Və məhkəmələr, konstitusiya məhkəmələri və yüksək məhkəmələr bir-birinin qərarlarını izləyir. Hə, necə izləyirlər? Venesiya komissiyasının jurnalları var. Azərbaycanın da konstitusiya məhkəməsinin qərarlarından orada qərarlar var. Yəni çox fərqli məhkəmələrdən qərarlar var. Arada açın baxın, yeni nə qədər prezidentlər var orada. Yəni ona görə o şeylərə baxmaq lazımdır ki, yenilik nə var? Necə oldu ki, bu məsələ gündəmə gəldi və ilaxır. Hə. Sənin cavabına gəlirəm, gözlə bax. Deyir ki, deməli Türkiyədə bir Ronald Serozan var. Bu adam sosialisti, Tübingendən bitirib gəlib. Çox da belə maraqlı şərhləri olur da mülkçülüklə bağlı rəhmətliyin. Sonra kitablarını təzələdilər yavaş-yavaş. Biz də başladıq almağa. Birisini, neçəsini köhnə almışam. İkisini köhnə almışıq. Əşya hüququ ilə xüsusi hüquq, yəni müqavilələr hüququ. Bu ikisi köhnədir. İndi təzələri də alırıq yavaş-yavaş. Deməli, Serozan çıxış eləyir və başlayır tələbələrlə bağlı problemləri deməyə. Deyir ki, başlanğıcı kəsmişəm, amma tələbələrdə əsla əfv edə bilməyəcəyim bir kitab, qəzet oxumaq vərdişləri, bir serokopiya asanlığı, kitabxana fobiyası da var. Yəni, bu günü deyir, Vüsalın qeydləri ilə gündəmdəsiz. Allah razı olsun hamınızdan. Qoyursunuz qabağınıza, bütün imtahanları oradan oxuyursunuz. Yəni, o serokopiya ilə canınızı qurtarırsınız da, yəni. Niyə kamera var ya? Yəni, mən başa düşmürəm. Mən siz cavab qaytıra bilmirəm. Xahiş bu hissələri qeyd edeyim, mən cavab qaytıram. Yaz bir yeri, mən sənə cavab qaytıracağım. Açıq-açıq deyirəm, Vüsalın qeydləri ilə gedib siz hansısa bir şirkətdə heç bir problemin cavabını tapmayasınız. Deyir, gedir imtahanda, hüquqi yazda deyir ki, məhkəmə prezidenti şifahi mənbədir. Deyirəm, abala, hanı? Deyir Vüsalın qeydləri. O qeyd keçən il də var idi bir-iki dənə.
Bu il vapşə çox idi da. Yəni deyə bilmirsən ki, abala mən bunu demişəm. İnansız bir aranlıq şübhəyə düşdük ki, bu var. Açmışıq Agil müəllimə kitabları tökmüşük. Mehdiyevin kitabına baxıram ki, bəlkə o yazıb, uşaq oradan görüb. Yoxdur axı bu belə bir şey. Məsmə xanımın kitabında var. Açmışıq, orada da yoxdur. Dedim amma bunlar yatıb yuxusunda görüb. Oldu, yes, sağ ol. Fikirləşin ki, mən axırıncı imtahanda qayıtdım deyirəm ki, bu uşaqları buraxmayın. Yaxşı fikirdir prezidentin şifahi mənbə olması, Raul. 4-cü kursu bitirirsən, xalqın yanında söyləmə. Yəni 4-cü kursa gətirirsən, yəni bu il həqiqətən çətin kaluslar salmışdıq imtahana, boynumu alıram. Yəni keçən illər daha rahat idi. Konstitusiya məhkəməsinin qərarlarını vermişdim. Səhv var, tap. 4-cü kursun tələbəsinə. Yəni gələcəkdə məndən dərs alacaq kimsə varsa, yəni bu şeylə qarşılaşacaq. Yəni mən seçmə fən deyil. Rəhbər seçməsin. Yəni həyat, yəni Xəqaniyə böyük ehtimal Xəqaninin qrupunu götürəcəm. Kim oxuyursa Xəqanidən bilmirəm. Və Patoku. Yəni heç kimi də kəsmirəm. Yəni dərsdə bir izah edirəm ki, niyə səhvdir. Bunu demək aid bir şey deyil. Yəni Konstitusiya Məhkəməsinin qərarıdır, ortadadır. Hüquq cəmiyyəti bunu diskussiya eləməlidir. Nə qəşəng yazıb, ura, o nəsib edir, gəl bir sənə əl çalım. O deyil də, yəni bunun hər şeyin bir mahiyyəti var. Davamında Serozan nə deyir? Deyir ki, bunun üzərinə siyasi hissizlik müşahidə edirəm ki, bu mənə əzab verir. Bu zamanda insafsızlıq damarlarım qabarır. Tez-tez dediyim bir ifadə var. Heç bir üst-üzə alınmasa, yəni ən azı bir hiss eləyin ki, adam nəsə deyib. Deyir ki, bir əməkçi gündə ən az 8 saat işlədiyi cəmiyyətdə tələbə sadəcə dərslərdə 4 dənə 45 dəqiqəlik dərsdə qulaq asaraq kifayətlənir. Onun dərslərindən əlavə də çalışması lazımdır. Həftəlik çalışma saatı ən az əməkçilər kimi 40 saata qaldırmağı lazımdır. Sizin partiləriniz əməkçilərin işləməyindən daha... sizin burada bütün dediniz. Hər nəsə, Kimi? Vüsal hissəsini saxlaya bilərsiniz. Mən iddialarımın arxasındayım, yəni. Mən tələbənin mühazirə qeydinə qarşı deyiləm. Baxın, oturursunuz müəllimin dərsində, mühazirə qeydi tutursunuz. Çox yaxşı bir şeydir. Ən azı bilirsiniz ki, müəllim sizə nə dedi. Mən də tutmuşam vaxtdan. Bizdə Zafer Hoca var idi. Mən onun mühazirələrini tuturdum. Gedib evdə qulaq asırdım. Qadın elə maraqlı şeylər danışırdım da ondan da bir hekayə danışacağım sizə. Sonra gedirdim yanına qadının. Qalxdı dedi ki, baxın, Konstitusiya Məhkəməsi qərarı belə verir. Bir neçə dəfə deyib, yəni dərsdə. Qalxdı, hə hocam, qeyri-müəyyənlik, hüquqda müəyyənlik prinsipinə ziddir, belədir. Bayağı deyir, sənin kafan iyi çalışır. Bir-iki dəfə də sual vermişdi Konstitusiyadan, cavab vermişdim. Yəni, birinci ildir, belə hansı universiteti qutarmışsan? Deyirəm, gömrüyü belli. Bizdə Gömrük Bakanlığının universiteti. Dedim, yox, mən Azərbaycandan gəlmişəm. Belə utanmırsınız, deyir, bu Azərbaycandan gəlib cavab verir, siz yox. Yəni, o şeydə hətta mənə dedilər ki, onun səsini kəs, Twitterda paylaş. Az danışdı, xahiş edirəm. Yəni bu etapda deməli bir dənə də orada tema var, gələcəm ona da. Keçdim. Uğur Hoca deyir ki, başınızı gətirin, özünüzü gətirin, açsınız, yeməyinizi gətirin, çayınızı, kofenizi gətirin, dərsdə oturun. Mənim dərsimdə ilk gün dediyim şey oldu ki, çay olmaz, kofe olmaz, yemək olmaz. Yumuşama dövrünə keçəndə, birinci, ikinci aydan sonra deyirəm, tamam, çay, kofe okeyəm, yeməyə yox. Yəni, birisi necədir? Siz gəlib orada yemək yeyirsiniz, 20 neçə nəfər var, vicdanınız olsun, bəlkə bir arzuda gedib ala bilmiş, bu niyə yeyirsiniz ki? Cəmaatda, yəni, daha da pis vəziyyətə qoyursunuz. Göz haqqı deyə bir şey var. Olmaz. Yaşar Hoca deyir ki, tələbələrə demişəm ki, kofe, çay içmək olmaz. Ancaq su. Deyir və demirik kofe, çay. Deyir ki, həzz verəcək içkiləri içmək olmaz. O çox geniş də. Deyir, uşaq gözümün içinə baxır. Suyu da deyir, həzz alaraq içir. Deyir, yəni mənim niyyətimin deyir, qabağına keçir də. Yəni, Zafer Hocanın o şeyləri gəlib danışırdı, gülməyimiz gəlirdi. Gəlin bir dənə də tema deyim sizə. İlber Ortaylı Universitetə gəlir, bizim universitetə, İstanbul Ticarəti. Kim istəyir gedib qoşula bilər. Mən də getmişəm, adamı tanımıram da. Yəni, şəklini görmüşəm, bacım bir dəfə adını demişdi ki, İlber Ortaylı imza gününə gəlib Azərbaycana. Şəklini çəkdim belə, storydə paylaşdım ki, İlber Ortaylı Universitetə gəlir. Mənim üçün o tədbir orada qutardı. Zəfər Hoca gəlib şeyə, fikrin bedava gəldi, bura pullu gəlib. Gəlib magistr dərsinə. Deyir, getmişəm dərsə 500 nəfərin yarısı yoxdur. Bu uşaqlar hanı? Bir tarixçi gəlmiş, gedib ona qulaq asır. Deyir, olmuş bitmiş hekayələr deyir. Mən burada anayasa anlatıram deyir, bu olanları bitənlərə gedib qulaq asırlar. Yəni bir növ qadına haqq verirəm. Yəni sənin toplumunun bu gün hansı vəziyyətə gəldiyini dərsini izah edirəm mən. Konstitusiya hüququnu. Sən getmisən ki, Sultan Mehmet gəldi belədi, Süleyman belə elədi, Əbdülhəmid belə dedi. Buna qulaq asırsan da. Bir yerdən sonra nəyi var ki, bunu aç kitab oxu, orada var da. Adam yazıb hamısını.
bilmək istəyirsən. İndi İlber Hocaya hörmətim var, o ayrı. Adamın konstitusiyadan da yaxşı kitablar var, amma yerinə görə. Xahiş edirəm, oxumaq şey deyil də, yəni hüquq tələbəsinin ağır bir məsuliyyəti var. Gələcəkdə cəmiyyəti siz formalaşdırasınız. 40 saat oxuyun da demirəm də. Yəni görürsüz, Nami Barlas deyir ki, mən dərs çalışmırdım. Gedib dərsdə diqqətlə qulaq asırdım, qeyd götürürdüm və davam edirdim. Mənim durmadan danışmama nə qədər var? Hə, Allah. Hə, bir ara YouTube'da bir video çıxdı, yadınızdadır. Bir dənə müəllim dedi ki, atam baxdı kitaba, dedi qızım, bu niyə bu boyda borclar hüququ kitabını oxuyursan? Borc aldıysan ödərsin, keçər gedər. O kişinin mən canlı gedib görmüşəm hətta universitetlərinə. Fikrət Erenin də maraqlı bir həyat təcrübəsi olub. Bu adam İstanbulun, Ankaranın məzunudur, 4 il. Gedib asistan olmağa. Müəllimi deyir ki, tamam, hansı dili bilirsən xarici? Deyir, fransızca. Türkiyədə xarici dil bilgisini belə yoxlayırlar. Gətirir kitabı verir. Deyir, oxu, tərcümə elə. Oxuyub tərcümə edə bilirsənsə, onlar üçün sən o dili bilmiş hesab edirsən. Yəni, onların speaking məsələsi Türkiyədə sadəcə show üçündür. Yəni, speakingin olmaya bilər. Oxu, tərcümə elə və istifadə elə o dili bizim üçün kifayətdir deyirlər. Deyir, mənə deyir ki, hə, yaxşıdır. Deyir, elə oldu ki, mən məcbur mülküdəyəm deyə Almanca öyrənməliyəm. Deyir, qabağıma qoyub, deyir, mətnlər tərcümə edirəm, nə bilim, nə edirəm. Adam deyir ki, mən 14 saat işləyirdim. Bir gündə, yəni mənim iş saatım 14 saatdır günlük. Deyir, indi qocalmışam, 11 saata inib. Yəni görün də, yəni o yaşında o adam 93-4 ya da belə bir yaşı var. Deyir, 11 saat mən durmadan işləyirəm. Təzərikcə 5 cild öhdəliklər hüququnun kommentariyasını yazdı, məcəllərini. Hər nəsə, bu deyir, tərcümə elədiyim ərəfədə İsveçrədən axırıncı monoqrafiya var idi, elmi işimlə bağlı. Bir müəllim gəldi. Bu müəllimin anası Almandır, çox mükəmməl Almanca bilir. Deyir, baxdı ki, nə edirsən? Deyir, mən də daktilo ilə tərcümə yazıram. Deyir, tərcüməmə baxdı, mətnə baxdı. Dedi ki, çox qəşəng deyir. 1 il, 2 il deyir, belə çalışsan zəhimlə, sən Alman dilini öyrənə bilərsən. 3 dənə də məsləhət verir ona. Deyir ki, birincisi, dasent olana qədər evlənməyəcəksən. İkinci qayda, dasent olana qədər əsgər getməyəcəksən. Üçüncü qayda, əvvəl də dediyim kimi Almanca öyrənəcəksən və Almanca danışılan Almaniya, İsveçrə və Avstriya kimi ölkəyə gedəcəksən. Təbii ki də fikir edirəm bu tələblərə, yəni şərtlərə əməl elədi. Əslində Türkiyədə bir ara qatı idi bu sistem ki, adam deyirdi, evlisən, deyirdinsə, hə, sən asistan götürmürdü. Yəni müəllim özünə köməkçi götürmürdü. Sən elmi işimin başını qarışdırasan, yoxsa şeyəmi, nədir onun adı, ailəyəmi. Bir ara neçə nəfəri də hətta şey var. Asistan götürüləndən sonra evlənmişdi, müəllim qırğın çıxarırdı ki, mən səni bunun üçün götürmüşəm, bu mənə lazım deyildi. Biraz etiraz eləyirdilər. Hər nəsə, bu etapda fikir edirəndir ki, dasent olana yaxın evləndim, deyir. Amma ailəmlə bərabər Viyanada deyir, qaldım. Sonra Strasburgda fransızca öyrəndim, Londonda da ingiliscə öyrəndim, deyir, ölkəyə qayıtdım. Hərəsində bir il qalıb, ölkəyə qayıtdım. Yəni, adamın həqiqətən bugün kitablarına baxırsınız, çox mükəmməl ədəbiyyat siyahısı var da. Yəni, adam paxılır ki, bu 3 dildə adam ədəbiyyatla işləyib kitab yazır, ortaya qoyur. Bu gün də durmadan onu eləyir. Yəni, əziyyəti, kitabları falan düzdür, onu da tənqid eləyənlər var. Təbii ki də heç kimi müqəddəsləşdirmək lazım deyil. Hamının fikirlərinə etiraz bildirmək lazımdır. İndi ona da gələcəm etap-etap. Fikrət Eren. Onun bir sözü var, deyir ki, mülki hüquqdan deyir, hardasa deyir, neçə min deyir söz, səhifəlik deyir, mənim kitablarım var. Yəqin ki, bu hüquq sahəsində nəsə bilirəm. Bir də mülki hüquqa giriş kitabı yoxdur da, səhv eləmirəmsə. Yəni, belə qalın-qalın kitabları var. Yəni, maraqlı bir insandır. Adam oturduqca dinləmək istəyir. Bu da patok mühazirə deyir də, yəni 90 yaşında fikirləşin. Hal-hazırda. Mənim dostumun işlədiyi universitetdə müəllimdir. Yəni, bayağı da qəşəng patok mühazirələri aparır. Sualı olan var bura qədər. Razısız dediklərimdən, yoxsa deyil, boş-boşda, yəni Fikrət Erendi işləyib, dil öyrənib, nə edib, özünə lazımdır, bizim nəyimizə lazımdır. O etapları yaşamaq lazımdır. Yaşamadan olmur. Səs həssasiyyətin var, üzülürsən, yəni məndən asılı olmur. Okey, bizim fasiləyə nə qədər var? 10 dəqiqə. 10 dəqiqə. Olar test çıxaq. Olar. Tamam. Dəyərli gənclər, vizual görüntü göstərə bilmədiyimə görə üzr istəyirəm. Yale Universitetinin girişində 2 dənə
Türkçə desək qabartma var. Yəni mozaik kimi bir şəkil var. Və bu iki şəkil nəyə etibar edir? Birində müəllim belə mühazirə deyir. Bayaq xanım deyir ki, mənim yuxum gəlir. Gördüm ki, problem məndədir. Yəni bu başlayır mühazirə deyir, hüquq fakültəsinin girişidir. Yəni şey eləyib. Hə, bu müəllimin mühazirəsi, klassik mühazirə tələbəni yatsırır. Bir dənə də mozaik var yanında. O mozaikdə tələbələr diskussiya eləyir. Müəllim oturub yatır. Yəni buna deyirlər Sokrat metodikası. Yəni bu nədir? Siz əslində əvvəlcədən tələbələrə materialı verirsiniz. Tələbə oxuyur gəlir. Siz başlayırsınız suallar verməyə. Nə deyirsiniz məsələn də? Hə, cinayət tərkibi, gəlin klassik. Cinayət tərkibi nədir? Əməli cinayət kimi xarakter. Okay, hansılardır da yəni? Subyektiv əlamətlər, məcbur. Məsələn, hansılarda obyektiv? Sayda valla 4 dənə deyim. Aysa, İngiliscədə elədir, İngilis sektor. Siz nə öyrənirsiniz? Onlarda iki cür olur. Objektiv sən subyektiv. Onun latıncası nədir? Latıncası Hə, actus. Özdə işlətmirlər də. O ehtiyatçılıq bilirəm, axırda kulpalar. bir də sizə tərəf dönsəm, mən sizə mühazirə deməmişəm, çox şükür. Hə. Baxın, ingilislər deyir buna latıncadan actus reus. Mens rea. Yəni bu Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statusunda da Roma statusunda deyilir ki, actus reus var, mens rea var. Amma bu Alman nəzəriyyəsidir ki, Kantdan başlayan bir ideologiya var ki, ola bilər ki, prima facie ilk baxışda əməl cinayətdir, fəqət burada cinayəti istisna edən hallar ola bilər. Biz nə deyirik buna? Cinayət məsuliyyəti aradan qaldıran hallar. Xaricilər nə deyir? Hüquqi uyğunluq səbəbləri. Hə, sözümün canı nədir? O ki, bu fərqliliklər var, bir dənə sual verirsinizsə tələbəyə ki, hə, nədir cinayət tərkibi? Hamı 4 dənə sayır. O vaxt biz də bir dəfə belə xor kimi Fərhad müəllimə səndə dedi, dayanın bir dəqiqə, cinayət tərkibi 2-dən 12-yə qədər dəyişir. Yəni, o kim necə istifadə edir, hansı ölkəyə görə dəyişə bilər. Yəni, bunu nəzərdə saxlayın. 4 dənədir deyib də ölkədən çıxmayın. Mənim bu il bir tələbəm var, Türkiyədə oxuyur, deyir, ay müəllim, bu cinayət tərkibi niyə fərqlidir ki? Bir də oturub onu cinayət tərkibi izah eləmişəm. Türkiyədə oxuyur deyə bu adam magistri. Ondan sonra o başa düşüb ki, nəyin ardınca gəlir, nəyə necə baxmaq lazımdır. Bunun hamısı oradan gəlir. Hə, mənim elmişim də cinayət tərkibi ilə bağlıdır. Mən almanları yazmışam. Hə, almanları yazmamışdan əvvəl də belə deyim də, o Azərbaycan dilindəki ilk kitabda belə üçlü tərkibdir. Alman nəzəriyyəsidir. Bizə sonradan valla o Trayninin əsərini nətər gətiriblər, mən o keçidi tutmadım və yəni qəfil o nətər gəldi, başa düşmədim. Hər nəsə, indi baxın, əslində bura qədər olan etap var, yəni mükəmməl hüquq mətninin antologiyası. Yəni siz doğru ədəbiyyatı tapmısınız ya yox etapıdır da bir növ. Yəni bununla da bağlı fikirləri dedik. Mahiyyət etibarıyla düz ədəbiyyatı tapmısınız ya yoxdan əlavə, bunu mənimsəmisiniz ya yox. Yəni götürüb oradan cümlələri yığmaqla bir yazı alınmır. Doğru probleminizin həllinə doğru cavab tapa bilmisiniz. Biz buna maraqlanmalıyıq əslində. Hə, şey deyir ki, Nurullah Kunter var. Türkiyədə cinayət prosessual hüququn qurucularından biridir demək yalan olmaz da. Yəni adamın əsərləri bu gün də gündəmdədir. Fikirləşin 50-də 40-larda 2 dənə kitab yazıb cinayət tərkibi ilə bir dəfə nəşr olunub. Mən də köhnələri almışam. Birini köhnə, birini təzə. Təzəlikdə yenidən nəşr edilir, özü tələbələri elədi. Bu adamın o kitabı o gün üçün, bu gün üçün belə çox maraqlıdır. Onun 70 yaşına çatanda pensiyaya çıxır. Son Nurullah Kunter. Hə, onun son dərsi var, internetdə də var. Çox tövsiyə edirəm ki, başdan sona oxuyun, adam kövrəli oxuduqca. Yəni İstanbul Universitetində pensiyaya çıxıb gedəcək və adam tələbələrinə indi müəllimdirlər, hansısa ki, çoxu professor dasen və dərs kiməydisə onlara mühazirə deyir. Deyir ki, mənim heç bir araşdırmam yoxdur da, sonki durum olsa danışım. Ona görə deyir, 70 yaşa qədər 40 neçə illik təcrübəmi verdiklərini sizə deyirəm. Mən də o 8-9 səhifədən 1-2 paragrafı sizdən bölüşmək istəyirəm. Deyir ki, hüquqşünaslığınızı da başqa sahələrdə də başqalarını təqlid etməkdən qaçınmaq lazımdır. Vəbadan qaçdığınız kimi. Yəni özünüz olun da bir növ. Yəni o onu dedi deyə bu belədir ya da bu adam bir ikondur, favoridir deyə nəzərə almayın. Nə etmək lazımdır? Öz başınızı işlədərək problemə özünüz cavab tapmalısınız. Amma bu təkcə heç kimə qulaq asmadan həll axtarıram demək deyil. Hə, indi burada deyirik ki, özünüz olun, öz başınıza cavab tapmayın. Bu nətər olur?
Mümkündür belə bir şey. Ola bilər. Yoxsa olmaz. Bayaq yadınızda nə deyirdim? Yəni birinci kazus gəlib, mənim bir ideyam var. Başlayıram bununla bağlı öz ideyamı deyirəm. Sonra baxıram kitaba ki, heç mənim ideyam düz deyilmiş ki, cəmaət bunu çürüdüb. Yəni bunu heç qəbul eləmirlər. Bir nümunə deyim sizə. Konstitusiya Məhkəməsinə 2021-də falan yenidən iştirakçılıqla bağlı, cinayət hüququnda iştirakçılıqla bağlı sorğu getdi. Sorğu o vaxt onlayn açıq idi. Mən də yükləyib oxumuşdum. Dedim ki, bizdə bununla bağlı yazı yoxdur da, oturub bunu işləmək olar. Başladım yazmağa. Mənim ideyam nə idi? İştirakçılığın özü toplaşmaq hüququdur. Səsim gəlir. Görürəm ki, məni yorur səsim. Hə, toplaşmaq hüququdur. Amma bu toplaşmaq hüququ bunun bir mənfi tərəfidir. Yəni, mən toplaşıram, bir araya gəlirəm. Yaxşı bir əməl üçün eləmirəm də. Yəni, mən gəlirəm ki, cinayət törədəcəm. Bu da bir toplaşmaqdır. Dedim, okey, bu mənim teorimdir, bunu mən tapmışam. Evrika. Sonra başladım belə oxudum sağı solu. Gördüm ki, məndən qabaq deyənlər var. Çox pis oldum ki, yəni tapdım, o qədər sevinmişdim, ürəyimdə qaldı. Dəyişdi. Yəni ola bilər ki, bu mənim iç gözümdə canlanan budur. Çünki mən insan haqları və cinayəti birləşdirirdim. Bu nəticəyə gəldim. Bax bir dənə də deyim. Sual belədir. Legitim gözlənti nədir? Bizim məhkəmələrdə də var. Konstitusiya Məhkəməsinin qərarlarında var, apellyasiya qərarlarında var, ya da qanuni gözləntidə, necə istəyirsiniz tərcümə eləyin. Ya da apellyasiyada da görmüşəm mən, konstitusiyada da, ailədə də var. Nə olur bu legitim gözlənti deyəndə nəyi nəzərdə tutursunuz? Yox. Bu əslində məsələ nədir burada? Məsələn, kirayədə qalırsınız, ya da qalırıq. Normalda müqavilə 3 ay xəbərdarlıqdan sonra ya ləğv olur, ya davam edir. Əgər ki, kirayətçi ya da kirayə verən bu müqavilənin davamını istəmirsə, 3 ay qabaqda mənə bildiriş verməlidir. 3 ayın birinci ayı qutarıb, ikinci ayın yarısındadır və kirayə verən demirsə ki, çıx. Çünki mənim legitim gözləntim var. Bu müqavilə davam eləyəcək. Yəni, bu daha çox hansısa bir öhdəlikdən, müqavilədən irəli gələn bir haqdır. Amma belə bir mülki hüquqda olan, klasik olmayan bir mülkiyyət anlayışı var. Legitim gözləntidir. Bunu niyə danışıram deyim? Bu anlayışın özü Almanlarda ortaya çıxıb. Alman inzibati məhkəmələri çıxardıb ortaya. Bu ərəfədə adı yadımda deyil, bir İngilis hakim deyir ki, mən heç bir qitə hüququna baxmamışam, özüm bir anlayış kəşf eləmişəm. Bunun adı da nə bilim nədir, mən onlarda görməmişəm, nə eləmişəm. Amma biraz belə dərin, üzünü çevirsəydi, Lamanş boğazının o tərəfinə, görərdi ki, Almanlar orada tapıblar da. Yəni, bu diskusiya Almanlarda illərdir var. Yəni, belə. Davamında deyir ki, problemin həllinin tapılmasında əsas məsələ şübhədir. Yəni, siz deyir, hər şey şübhə ilə yanaşmalısınız. Burada şübhəni necə müəyyən eləyirsiniz? Baxın, gəlib bir adam sizə nəsə danışır. Bu oldu, bu oldu, bu oldu. Amma baxın, hər insanın belə fanatik bir tərəfi olur və qəbul elədiyi doqmalar olur. Bu insan kimdir, nə bilim, kimlə kontaktdadır falan. Olduğu cəmiyyət belə ona o doqmaları verir. Əgər faydalanma, yəni fayda əldə eləmə məqsədi ilə bu adam gəlib mənim qabağımda nəsə deyirsə, mən necə müəyyən eləyə bilirəm ki, həqiqətən bu adam şübhələnirəm daha doğrusu, düzgün yoldadırmı, səhv yoldadırmı? Onu müəyyən eləməyə çalışmaya başlayıram. Yəni o şübhədən mən problemin həllinə doğru yeriməyə başlayıram. Cinayət hüququnda nə deyir? Yəni daha doğrusu cinayət prosesində şübhədən təqsirləndirilən faydalanır. Əgər şübhə varsa, hakim şübhəni görüb də təqsirləndiriləni cinayət məsuliyyətinə cəlb eləyə bilməz. Oradan dönməlidir. Yəni bu əsas prinsiplərdən biridir. Yəni orada mövzu ilə birbaşa əlaqəsi olmasa da, mənim üçün əslində qalsa əsas sahəsində cinayət deyil. Sadəcə mənim müşahidə edədiyim odur ki, o dedisi şübhə təqsirləndirilənin deyinə şərh olmalıdır. Onun əksində olanda əsaslandırma belə olur ki, ağlabatanlıq prinsipi var. Məsələn, bu şəxs deyək ki, biz fikir qururuq, fərziyyə qururuq. Bu fərziyyədə əslində qalsa ehtimallar çox, yəni o şəxs o fərziyyədən tamamən əksinədir. Yəni 90% hallarda normal şüurlu insan bunu eləyərdi. Amma yenə də 10% ehtimallar ola bilər ki, həmin şəxs elə yox, başqa cür eləyirdi. O nöqtədə mən bildiyim qədərlə sadəcə ağlabatanlıq prinsipinə deyirlər ki, yəni real həyatda bu şəxsin bu cür davranmağı ağlabatan deyil.
O ağlabasanlıqla şübhə təqsir. Orada şübhəni biz nəyə görə deyirik? Baxın, üzr istəyirəm əgər böldümsə. Məsələn, mən deyirəmsə ki, bu stakan kağızdır, kardonlu nədirsə də və mən bunu elə sübutlarla, konkret sübutlarla da, yəni mücərrəd olmadan etibar eləməliyəm ki, məsələn, mənim şəklimi gətirib ki, bunun əlindəki kardondur. Mən də deyirəm ki, deyil də, başına dönüm. Üzünə mən kardon keçmişəm, içi dəmirdir, məsələn. Çünki içi görünmür axı qıraqda. Yəni, o şübhəyə yer verməməlidir. Çünki sən ittiham eləyən tərəf kimdir? Dövlət. Və dövlətin resursu hər zaman müdafiədən daha artıqdır. Yəni kamerası, nə bilim, nəsi. Yəni sən elə sübutlarla gəl ittiham elə ki, orada şübhə olmasın. Əgər bir dənə şübhə varsa, deməli sən tam araşdırmamısan ya da araşdırmada nəsə əskiklik var, hakim də buna inanmır. Bir dənə nədənsə, cümlə ilə də, yəni. Ya da belə deyim, deyir ki, bizə bir iş var idi, şahidi dindiririk. Şahidi deyir ki, bu adam nə rəng paltar geymiş və sarı ya da ağ idi. Abi aşağı dönür, bu adamın tipinə bax gör, o sarı ağ geyinəndir sən. Ya qara ya qarı çimdirsən, dəftiyarı da. Deyir, uzun müddət keçib. Bu şey deyil axı, yəni ağlabatan deyil. Yəni heç deməyim də, yəni bu adamın sarı paltarı var, yoxdur. Sonra qayıdıb deyirsən ki, sən indiyə qədər şahid olmusan. Deyir ki, yox, mən heç vaxt prokurorluğa gəlməmişəm. Hakim bu getdi, vəkil belədi, möhtərəm hakim. Baxın, sizə statistika verirəm. Həmin adamın indiyə nə qədər filan cinayət işlərində, ağır cinayətlər məhkəməsində filan yerdə şahidliyi var. Bu adam yalan danışır. Orada şübhədir. Yəni mən bunu görmüşəm, beləmişəm. Deməli bu adam yalan danışır. Oradan artıq o şübhə ilə biz addımlayırıq. Yəni dövlətin və ittiham tərəfinin o şahiddən əlavə mənim qarşıma gətirəcək daha ciddi sübut olmalıdır ki, mən hakim olaraq ona inanım. Olmadığı müddətcə də mən onu ağlabatanlıq, yəni necə ağlabatan ola bilər ki, bu situasiyada adam deyir sarı rəng ya da ağ rəng geyinib və bu adam o tip birisi deyil. Yəni elə yerdəndir ki, bu adam, yəni o paltarı geyinməz. Paltarı da qoyuram qırağa və deyir ki, mən heç vaxt şey eləməmişəm. Amma bir ehtimal olsa da, mənim dediyim də sırf bu halda, ağ paltar geyinmə və sarı paltar geyinmə ehtimalı təbii ki, çox azdır. Amma var da. Ola bilərmi? Bəlkə də ola bilər. Amma faktiki olaraq ki, mən bu adamın ümumiyyətlə elə bir paltarla indiyənə qədər bir videosunu, çəkilişini falan tapmadıqca ya onu tapmaq olar, yəni olubmu? Yəni biz necədir? Fikirləşin, bu adam deyir ki, sarı geyinib. Amma nəzərə əsaslanır. Ağlabatanlıq Praktikada ziddiyyət təşkil edə biləcək. Ağlabatanlığı müzakirə etmək lazımdır ki, nəyə ağlabatan? O ağlabatanlığı biz o vaxt qəbul edirik ki, ən sadə vətəndaşın belə, yəni Lətif müəllim registrə dedi, Fatma Nisənin də, yəni Fatma Nisənin belə olmadan hamısından xəbərim var. Fatma Nisənin belə başa düşəcəyi, Fatma Nisənin belə edə biləcəyi hərəkətə biz ağlabatan deyirik. Fərhad mənim tipik hərəkət deyil. Tipik hərəkəti əslində o cinayətdəki o tipə uyğun əmələ deyir, tipiklik ya da tipik hərəkət, yəni o var. Mən tipə uyğun əməl deyirəm, yəni cinayət məcəlləsinin xüsusiyyətində göstərilmiş standartlara uyğun bir əməl olmalıdır. Hərəkət, nəticə, səbəb əlaqə orada göstərilməlidir. İzah edeyim, yəni aydın olur yəni fikirlərim. Yəni o etapdan ora gəlmək lazımdır. Yəni ağlabatan odur. Həqiqətən mi bunu eləyə bilər? Bir dənə də kazus danışacağam. Etap gəlirəm də icazənizlə. Deyir ki, məsələn yazdınız bu yazını. Çox gözəl, əcəb eləmişsiniz. Amma nəzərə alın ki, sizin arqumentinizin əksi də ola bilər. Onları da mütləq oxuyun. Yəni belə deyirəm də mən qayıdıb deyə bilərəm ki, mənim üçün cinayət tərkibi üçlü elementdir. Ya da necə deyə bilərəm, mənim ilmişim konstitusiyanın müdafiəsidir. Mənə görə konstitusiya quruluşunun müdafiəsidir. Mənə görə konstitusiya quruluşu anlayışından istifadə olunmalıdır. Amma bəziləri konstitusional şəxsiyyət anlayışı istifadə edir. Mən başlayıram deməyə ki, niyə konstitusiya quruluşu anlayışı istifadə edirəm? Eyni zamanda gəlib orada deməliyəm ki, konstitusiya quruluşunu istifadə eləməyənlərin səbəbi nədir? Ya da belə deyim, Kemal Gözəri tanıyırsınız? Asıl, onun kitablarında deyir ki, konstitusiyanın ruhu anlayışı yoxdur. Yəni bu pozitivist bir şey deyil, bu ola bilməz, bu şeydir, təbii hüquqdan gələn bir şeydir. Yoxdursa bu nətər ola bilər, nə bilir, danışır da və elə belə də demir ha, yəni tərəf olanları da göstərir. Fransız ədəbiyyatından kimləri sadadır ki, bu adamlar etiraz edir və çoxları da o niyyətdədir. Amma konkret olaraq mən onun əksini iddia edirəm. Bu Kemal Gözərin bütün sadaladıqlarını da elmişimdə sadalamıram. Deyirəm ki, bu barədə əks fikirlər üçün Kemal Gözərin falan kitabının falan səhifələrinə baxınız. Bu belə atıran şeyə də oxucunun üzərinə bu məsələni indi görək nə deyəcəklər. Yəni oradakı o əks fikirləri mən görmürəmsə, sabah mən harasa gedəndə müdafiə olsun, məhkəmə olsun. O əks fikirləri qarşı tərəf mənə deyəcək. Ya bunun qabağına keçməliyəm, ya da
orada o sürprizlə qarşılaşıb, şoka düşüb şeydə o deyir, şotiki endirirsən, nə bilir, dayanırsan, o vəziyyətə düşməlisən. Yəni o situasiyaya düşməməkdən ötürü mütləq şəkildə sən bilməlisən ki, nədən danışılır. Həm nə qədər vaxtım var? Hə, okey. Ona görə mütaliənizin də mükəmməl olduğunu, təhrif olunamayacağını, kiminsə ona qeyri-adi bir fikir deyəməyəcəyini də düşünməyin. Yəni hər şey ola bilər. Doğru həlli tapmağın üçün ikinci şərti çox yaxşı hazırlaşmaqdır. Ola bilər, bayaq indi dedik ki, Sokrat oxumaq, Platon oxumaq, bunlar lazımdır. Bakalavrdan lazımdır, yəni bunlar. Əgər oxumamısınızsa, əksəriyyət 3-cü, 2-ci kurslarda mütləq baxın, tətildə açın biraz oxuyun. Azərbaycan dilində var, Sokrat da var, Aristotel də var, Platon əsərləri də var. Açın oxuyun. Demirəm, Cicero yoxdur, qəbul edirəm, tərcüməsini görməmişəm. Amma digərlərini tapa bilirsiniz. Thomas Hobbes'un Leviathan əsəri Azərbaycan dilində var. Montesquieu'nun Qanunların Ruhu Azərbaycanca var. O bizdə Sokratın müdafiəsi belə var, elektron da var. Aristotelin ritorika əsəri var. Dili ağırdır. Çox da tövsiyə eləmirəm, yəni ona girişməyin. Yəni nə oxuyasınızsa Aristoteldən politika və Nikomedian Ethics oxumanızı tövsiyə edə bilərəm ilk başlanğıc üçün Aristoteldə. Amma məsələn şey də var, Rousseau-nun ictimai müqavilə var. Amma ictimai müqavilədən başlamaq yanlış bir... Tərcümələr yaxşı deyil Azərbaycan dilində. Mən nəsə Rousseau-nun türkçədə oxumuşam Azərbaycanca. Qarşılaşdırdım, çünki Azərbaycan dilini başa düşmürdüm. Mən qanun məşğələt eləmişdim. Mən türkçəni daha bəyəndim. Mən də hamısı türkçədir. Neçə eləyirsən burada mənim? Azərbaycan dilində oxuza bilirəm. Yəni hamısı belə. Ya mən yerli ədəbiyyatı sadalıyım. Türkçəsini, yəni şeydə bu arada bu dediyim kitabların əksəriyyətini türkçə almaq istəyirsinizsə, hüquq kitab mərkəzi var, şeydə sahil metrosunda. Səhv eləmirəmsə adı elədir. Book Center deyil ora. Hə, Book Center-da var. Yəni Türkiyə İş Bankasının nəşrləri var orada. Oradan ala bilərsiniz. Əslində çox da normal qiymətdədir. Demirəm ki, Türkiyə ilə eynidir, amma normal qiymətdə satılır. Yəni bir də bizdə nə var idi? Baxın, Rousseau-nun kitabını oxumaq istəyirsiniz ictimai müqavilədən. Eşitsizliyin kaynağı, bərabərsizliyin əsasları deyə bir kitabı olmalıdır onun. Təxmini belə bir adı var. Onu oxuyun, sonra ictimai müqaviləni oxuyun. Çünki sıranı pozanda başa düşmək olmur. Biri o birinin davamıdır. Yəni yaxşı nəzəriyyə bilmənizin böyük əhəmiyyəti var. Yəni o ki laxlayır, davamının üstünə nə qursanız belə orducu problem yaşaya bilərsiniz. Çalışın yaxşı nəzəriyyə oxuyun. 11 ildə ancaq nəzəriyyə oxuyuram da deyə bilərəm sizə. Hələ də oxuyuram bu arada. Hə, davam eləyək. Deyir ki, bu qədər oxu və sonra yaz da. Yəni bunu sadəcə bu şey üçün demirik. Əgər ki mətninin həqiqətən tutarlı olmasını istəyirsənsə, daha dərindən başlamalısan. Bizdə Yaşar Hocanın bir məqaləsi var, şəxsi həyatla bağlı. Adam İsardan başlayır. Deyir ki, Meksikada və Panamada mı, harda mı qəbilələr yaşayır. Bu qəbilələrdə belə şəxsi həyat var. Deyirsən ki, ay Yaşar Hoca, nə əlaqədə, yəni hara gedib çıxmısan, başlayır. Deyir ki, orada deyir qəbilədə deyir bir adam ki, üzünü belə divara çönlərdə oturdu. Ücə bilirlər ki, bu adamla söhbət eləmək olmaz. Heç kim gedib ona rahat eləmiş. Deyən yoxdur ki, sən niyə belə eləmirsən? Yəni, o şey ki, yəni mən tək qalmaq istəyirəmin SMS-idir. Nə bilim, başlayır ki, birinci dəfə şəxsi həyatla bağlı maddə İngiltərədə 1000-ci ildə filan qanunda təsbit olunub. Yəni adam oradan başlaya ahimə gəlib çıxıb. Yəni sonra fikirləşin ki, Türkiyə Konstitusiya Məhkəməsi kitab dərc elədi. 60 ən yaxşı məqalə kitabı. Onun məqaləsində o siyahıya əlavə elədi. Yəni, o qədər belə, yəni onun insan haqları izahına baxandan sonra desən ki, hə, deməli bir haqqın izahı buradan başlayıb bura getmək lazımdır. Hə, mən razı deyiləm, başlayım bir də oturum oxuyum ki, Meksikadakı nə bilim hansı qəbilə nətər yaşayır. O mənə ona necə gedirəm, izah eləyim sizə. Keçən dəfə İdman hüququndan konferansdayıq Sloveniya ilə. Nə yazdım? Yəni Azərbaycanda konstitusiyada idman hüququ yoxdur da, yəni deyirik, yoxdur. Belə maddə yoxdur. İndi mən bunu ortaya çıxartmalıyam. Dədə Qorquddan başlamışam. Yəni fikirləşə bilirsiniz. Yəni təməl odur da. Və fikirləşin ki, rəy yazan adam mənə zəng edib ki, bu elmi işdə cəmaət Dədə Qorquddan, bu məqalədə cəmaət Dədə Qorquddan başlayıb izah verir. Dedim mən yazmışam onu. Yəni o şeyi həqiqətən başlanğıcı oradan götürəndə ki, hə bax mən bir türk xalqıyam və mənim gələnəklərimdə bu şey var. Hə, indi yadıma düşdü, mən səhv elədim, gərək şeyə baxardım. Divani lüğəti türkçə ki, idmanla bağlı nə izah verilib. O da maraqlı ola bilərdi. Məsələn, o şeylərdə. Yəni oradan öncə başlaya fikirləşin, oturub 1936-cı konstitusiyasında belə oldu. O birlərdə necə oldu? Bir onları yazmışam da, yəni çünki lazımdır. Bəli. Dədə Qorqudda cinayət prosesi qanunu
Cinayətlə bağlı deyə bilərəm, amma prosessual ağlıma gəlmir. Deyim cinayətdən bağlı istəyirsən. Baxın, sizə belə bir izah verim də. Yavaş da xaç. Cinayət məcəlləsində 72 tiri gətirdilər, 1-2. Səhv eləmirəmsə elə bir şeydir. Orada deyirik, əgər deyir, zərər çəkmişin razılığı olacağı təqdirdə mülkiyyətə dəyən zərərin ödəyir, dövlətə də dəymiş zərərin bir hissəsini ödəyir. Bunu Dədə Qorqudda əsasını tapa bilərsiniz. Dəvə söhbətdə o deyil, anam verir, dəvə verir. Yox. O Qazan xandan yoldaşı çıxır. Qazan xandan yoldaşı çıxır. Deyir, evim sizindir, gedin talayın. Ayso, bax o mülkiyyətə baxın. Mülkiyyət haqqı ilə bağlı məsələ belədir ki, bu bizdə 1960-cı ildə Cinayət Hüququnun ümumi hissə kitabı var. Qəhrəman Vahid Qəhrəmanov, səhv eləmirəmsə adı belədir. 1960-larda bir kitabdır. O kitabda deyir ki, cinayət məsuliyyəti aradan qaldıran hallar arasında başqaları da var. Məsələn, o razılıqla da, yəni gəl mənə qarşı cinayət törət və mən buna razıyam. Məsələn, o var. Vahid Qəhrəmanov orada desə belə, bizim cinayət məcəlləsi uzun müddət bunu qəbul eləmədi. İndi də başqa yerdə eləyib. Amma bütün o hüquqa uyğun xarici ölkələrdə hüquqa uyğunluq səbəblərində cinayət məsuliyyətini aradan qaldıran hallardadır. O da day demir, mən icazə verim ki, məni öldür. Bu şey deyil, yəni insan bədəni obyektə çevrilə bilməz, Kant fəlsəfəsidir. Yəni insan ləyaqəti toxunulmazdır. Ona da gələcəm bu arada. Yəni o şeylə eləmək olmaz. Yəni Onda razılıq verirsə, o cinayətlər ümumiyyətlə istiraf, məsələn, deyirsə... Odur da. Ayso. Götür o bir növ bağışlamaq da verir. Ayso, odur. Deyir ki, yəni bunu necə izah eləyir? Türkiyədə Hakan Akker'in cinayət məcəlləsi təzə yazılanda cinayət məcəlləsinə bağlı suallar kitabı var idi. Deyir ki, məsələn, biri deyir ki, mən icazə verim, mənim evimi daşlayım. Burada deyir, heç bir cinayət məsuliyyəti yoxdur. Amma deyir ki, məsələn, qadının durub da kocam sevər də döver də deməsi, burada deyir, o şey yoxdur. Zərər çəkmişin razılığı məsələsi deyir, ola bilməz. Bu, insanın bədən bütövlüyündən söhbət gedir və bu hüquq onun imtina eləyə biləcəyi bir hüquq deyil. Yəni, artıq oradan etap-etap gəlirsə. Sənin sualına cavab verdim də, anlaşıldı. Yəni, gələk Dədə Qorqudu başdan ayağa oxuyum ki, görüm orada. Yadımda deyil, o qədər şey deyiləm, yəni. Ən axırıncı dəfə oxuyanda 12 il keçib də, yəni, mənim üçün o şeyin üzərindən. Prosessual məcburiyyət tədbirini dövlət başçısı həyata keçirir. Raul. Hər nəsə. Sizin... Hər nəsə. Hə. Geri qayıdıram sizə. Harada qaldım dayanım bir dəmə. Hiss elədim. Özüm eşitməzliyə vurdum. Deməli, Faruk Keremi bayaq dedim. Faruk Kerem'in belə bir sualı var, cümləsi var. Deyir ki, bizdə də bəzən o ideyalar səslənir. Bunu sizə diskussiya açıram. Deyir ki, Faruk Kerem, ölüm hökmü dövlətin gövdə göstərisidir. Yəni, mən bu qədər güclüyəm, bir insanı öldürə bilirəm, deyir. Yəni, ölüm hökmü məsələsi ilə bağlı bizdə də bəzən deyirlər ki, geri gətirilsin, nə bilim, neylənsin, müəyyən cinayətlərə gətirək, seçim şansı verək, neynəyək. Yəni, bu biraz... Baxın, bu cümlədir, bir hipotezdir ki, şey deyir, Faruk Kerem ölüm hökmü gəlməsin. Çünki bu dövlətin göstəricisidir ki, mən adamları öldürürəm. Artıq Faruk Kerem bunu deyirsə, altından başlayıb niyə bu qənaətdə olduğunu izah eləməlidir. Bu olur, bu olur, bu olur. Bir-bir ki, yəni bu ölüm hökmünü şey eləyir. Oldu, yes. Orada ləyaqəti alsaldan cəzasını o nəzərdə tutulur ya. Düzdür, Faruk belə deyil, amma yəni Faruk qəbul edilməlidir. Bəlkə onu da hipotezdir. Maraqlıdır. Çox əladır, tamam. Mən ömrü yazarda məhəmməd müqayisini daha çox edilməm. Yəni bir, ay başda deyim, beynəlxalq konvensiyalarla qəbul eləmişsiniz ki, olmaz. O ayrı. Bir də ki, bunu elə baxmayın, baxın, siz mən istəyirəm deyə baxmağın adı yoxdur. Siz bunu açırsınız, normal ölkələrdə, normal ölkələrdə hansında ölüm hökmü var, baxırsınız ki, necə tətbiq olunur? Bununla bağlı sosiolojik araşdırmalar nədir? Buna baxmaq lazımdır. Hə, məsələn... O nöqtə var ki, bizdə bu cəmiyyətdə toleransiz fikirlərdən biri olur ki, o Məhəmməd bayaq dedi, ömürlük azadlıqda məhrumiyyətdə bizdə ən ağır cəzadır da. O cəza hal-hazırda
faktiki olaraq bəzi şəxslər üçün çəkindirmə xüsusiyyətini itirir, yəni bir cəza olaraq. Niyə? Çünki adam fikirləşir ki, mən gedəcəm müstəqilləşəm və daha çox olar. Orada mənə hörmət edəcəklər ki, mən belə bir fəaliyyətlə məşğul olmuşam, nə biləm. Orada özümə xal qazanacaq ki, mən o vaxtdan almışam, kasıba vermişəm, belə bir yanaşmalar mesela. Yəni onsuz da baxın, bu gün Türkiyə diskussiya eləyir ki, Öcalanı çıxaraq da. Yəni siz niyə elə fikirləşirsiniz ki, indi Öcalanı asmalıydı? Biz sizə qulaq asın, Türkiyədəki cinayət məcəlləsi yazılanda Öcalan təzə tutulmuşdu. Ölüm hökmünün yığışdırılan ərəfəsi idi ki, şey eləyir. Yox, Türkiyə 90-larda elədi. Yəni məcəlliyə hələ var idi, diskussiyalar gedirdi. Sırf Öcalana görə ağırlaşdırılmış ömürlükdən məhrum etmə cəzası gətirdilər. Yəni o maddə Öcalana görə yazılıb. Yəni bunun analogiyası yoxdur. Yəni Türkiyədə bir dənə demək olar ki, o adama tətbiq olunub da. Yəni bir də fikirləşin, 200 illik nə bilim azadlıqdan məhrum etmə verirəm, nə bilim nə verirəm. Ha o mahiyyəti nədir ki? Onun mahiyyəti nədir ki? Ha niyə də bax, mən onu niyə verim ki də bir adama? İnsan ömrü o deyil. Yəni bayaq deyirdi ağlabatan. Yəni Fatma Nisa da bilir ki, adam 900 il yaşamayacaq, 200 il yaşamayacaq. Niyə də? Niyə? Bir adama niyə 200 il verəsən ki? Hə, reklam arasından sonra şeydir, indi niyə belə bir şeyə ehtiyac var ki? Niyə belə bir şey eləsin ki Türkiyə? Yəni belə izah edeyim ki, cinayət hüquqşünasları bir mənalı olaraq əfvə verə amnistiyaya qarşıdırlar. Onlar deyir ki, yox da, biz bu adamları cəza veririk ki, islah olsunlar. Sən əfv eləyirsən, nə bilim, amnistiya çıxarırsan, bu adamları azadlığa buraxırsan. Hanı bə bunun islahı? Sən necə bildin bu islah oldu? Onu buraxırsan. Gəlirəm də ora. Türkiyədə bu qədər il verir ki, amnistiya əfv etmə çıxsa da bu adama çıxmasın. Adam ondan faydalana bilməsin. Amma ömürlük olsun. Ömürlüyə də verir də, verir. 30 ildən sonra buraxır. Bizdə 25-də, onlarda deyəsən 30. Yəni səhv eləmirəmsə 25-dir bizdə. Yəni o şeydir ki, qabaqlayır Türkiyə ki, hə, bu qədər il yazıram, sən çıxarsan, qulağın adını görən. Hə, o qoymur. Yəni Türkiyənin buradakı niyyəti budur. Yəni mən də razı deyiləm. Yəni nəzəriyyədə də buna qarşıdırlar ha, yəni amnistiya əfv etmə məsələsinə. Özdə o məsələ gövdə göstərsin, yəni yanaşmaq lazım. Yəni dövlət gövdə göstərsin, başqa olmalı. Yəni bilirsiniz necədir? Ölümün icrası necə olacaq? Asacaqlar, güllələyəcəklər, yoxsa dərmanla öldürəcəklər, elektrik şeyinə qoyacaqlar, giyotinə mi şey eləyəcəklər və topluma bunu nümayiş etdirəcəklərmi? Toplumun nümayişi ki, barbarlıqdır. Ucadan danış. Burada zərərçəkmiş şəxs qədər onun gözdən arasında onsuz da öləcək. Ölüm hökmünü göstərdiyi var. Yəni ölüm hökmünün biri var ki, Hər bir dövlət öz gücünü göstərmək istəyirsə, ondan sonra sosial müdaxilə cinayətlərin törədilməsinin qarşılanması başqa bir məsələ. yəni onu o deyir, bəlkə də mən yanlış fikirləşirəm. Mənə görə bəzi insanlar var ki, həqiqətən bu adamlar cinayət törətməyi peşəyə çevirib, yəni zövq alır ondan. Ha, yəni o ihtiyacı suç deyir türklər buna. Yəni o şeydə eləyənlər var. Yəni zövq alır bundan. Yəni o bacarığını sərgiləmək istəyir. Nə bilim, dələduzdur, xoşu gəlir cəmaatı allatmaqdan. Ya da saxtakardır, şey var ya bu təzə bir dənəsi var. Qəşəng şəkil çəkir, orijinal. Bu adam imtina eləmək istəmir, yəni öyrəşib, sıxılır. Yəni o peşəsini davam eləyəcək. Yəni mən onun qabağını ala bilməyəcəm. Yəni nə eləsəm də ala bilməyəcəm. Bəs bu şəxs yenidən cinayət edilməsi, yaxud etməməsi, onun hansı məsuliyyət verir? Allah verəcəyi ən yüksək cəzadır. Bundan yuxarısı yoxdur. Ən ağır rejimdə haqq cəzadır. Onun cinayətdən çəkindirmək üçün, ya da yaxud qorxuzmaq üçün. Yəni cinayətdən çəkindirib qorxuzmağa ehtiyac yoxdur ki, biz o adama, bizim o adama qarşı niyyətimiz Görməsə bir cinayət edəndə ömürlük adamı yenidən ömürlük. Amma ömürlüyü nətər çıxarıb bir də təzədən ömürlük verirsən, qalıb orada da. Qalıb orada. Baxın, bizdə ağır rejim deyilsə belə, bizim cinayət hüququndakı cəzanın mahiyyəti qisas almaq deyil də, yəni nə bilim sən kimisə öldürdün. Həm cəzanı Cəza detayı yansın sonra deyir.
Mehtari yazdığı var, o Firuzə mənim kitabımda yazmış. Deyir, cəza cinayətkara ən az əzab verməklə cəmiyyətdə ən çox çəkindirici xüsusiyyətə malikdir. Bir şey də var. Yəni Bekkariya deyəndə yəni indi biz səhv eləyirik də. Yəni bu gün cəza deyəndə nəyə baxmaq lazım? John Rawls'un ədalət anlayışına baxmaq lazım ki, orada nə deyir? Cəzanın əsas məqsədi islah deyil. Yox. Adaptasiya topluma. Onunla bağlı Almaniya Federal Konstitusiya var idi. Düz məqalədə oxumuşam Almaniyada. Yəni biz məsələ nədir? Neçənci ildir qərar? Bu gün o mövqe dəyişə bilər də. Yəni bu Yaxın zamanda oldu desən. Dövlətin ümumiyyətcə şəxsi islah etməyə öhdəliyi yoxdur. yəni mahiyyət etibarilə cəza çəkmə müəssisəsində qurulan sistem odur ki, məsələn şey var, xaricilər deyir ki, keşiş gəlir, bunlarla söhbət eləyir, dərdlərini öyrənir. Nə bilim, deyir, ay səni cənnətə göndərəcəm də, qəbz falan. Nə bilim, bir çox şey deyir ona. Yəni o ola bilər. Ya da sadəcə şeyi fikirləşməyin, keşişi. Bizdə məsələn bir müəllimin ideyalarından biri odur ki, molla getsin də, yəni arada. Lap şey var idi. Türkiyədə bir kitab var idi. O kitabda məsələn izah eləyir ki, bizə deyir yeni bir tipli məhkəmə idi, müəssisə idi, cəza çəkməklə bağlı və biz orada dərslər öyrənirdik. Nə bilim, bizə gəlib ingilis dili öyrədirdilər, bizə hansısa dərs keçirdilər, hansısa peşə vərdişini sahib edir. Baxın da tutalım, bu adam çıxdı azadlığa, bu adamın əlinə heç bir iş gəlmir. Neynəsin? Yəni şey deyil də, sosial dövlət prinsipi ilə işlədin, işləmədin, sənə falan qədər pul verəcəm, söhbəti də yoxdursa əgər, okey, onda bunun qabağını almaq lazımdır. Cəza çəkmə müəssisəsində bu adama peşə öyrətmək lazımdır. Hansı peşə ki, bu çıxandan sonra dövlət onu birbaşa məncə aparsın, sonra desin ki, işlə. Bundan əlavə məncə məhkum bu haqqında Arayış İnstitutu rəhbərliyindən nə ehtiyac var? Bu barədəki fikirlərimi illərdir deyirəm, amma bu yerdə onu səsləndirə bilmərəm yəni. Xahiş edirəm. Hə. Ümumidən xüsusiyə. Bir də var ki, deyirəm ki, bu var. Bunlar bu səbəbdən də ölüm cəzası olmaz. Hə, bir də var hipotetik deduksiya, o nədir? İkisinin bir arada. Bir də anlayış verirəm, başlayıram onu yazmağa, izahlarını verirəm. Sonra deyirəm ki, yuxarıdakı anlayışla razı deyiləm, bu anlayışdır. Yəni, ümumidən xüsusiyə gedib, xüsusidən sonra bir də ümumiyə qayıtmış oluram. Buna deyilir hipotetik deduksiya. Fərhad müəllimin kitablarından nümunələr verəcəm indi sizə. Problem deyil. Deyir, hə, bir də deyir ki, istinad məsələsi var. Ərizələrdə istinad eləmək olar, ümumiyyətlə, lazımdır, ya yox. Ya da məhkəmə qərarlarında istinad eləsək olar. Məhkəmə qərarlarının üzründə, yəni Hə, məsələn, Konstitusiya Məhkəməsi qərar çıxarıb, o qərarda istinad eləsin nəyəsə, eləməz kitaba. Kitaba istinad eləyir Konstitusiya Məhkəməsi. İndi gəlin mən sizə bir dənə nümunə deyim. O vaxt cinayət hüququna belə kafayı bozanda Konstitusiya Məhkəməsinin qərarlarını oxumağa başlayırdım. Təsadüfən bir dənə yazı gördüm. Deyir ki, bir qərarında sözbəsöz İsfəndiyar Ağayevin Cinayət hüququnun ümumi və xüsusi hissə kitabı var 2010. Oradakı cinayətlərin məzmunsu fikirlərini hərf-hərf götürüb Konstitusiya Məhkəməsi qərarına. İstinad yoxdur təbii ki də, yəni heç bir şey. İndi sual belədir, kimlə yazıb? 2010-da şeyin kitabıdır, İsfəndiyar müəllim. 2013-də də nədir onun adı? Məhkəmənin qərarıdır. Bizim məhkəmə köçürməz özünün kəşfləri. Hə, indi sual belədir. Lap rəyini alsa belə məncə qeyd Yazmalıdır onu. Özü də bəlkə də göstərməyib ki, bu ədəbiyyat məndə var. Mahiyyət etibarilə sual belədir ki, yəni məhkəmə qərarında istinad göstərmək ayıb bir şey deyil. Ali məhkəmə bir dənə qərarı var, 2018-də falan çıxdı. Firdun müəllimin kommentariyasını istinad edirdi. Mən ondan başqa heç bir kitaba istinad edən bir şey görmədim, məhkəmə qərarı. Amma ahimdə var istinadlar. İndi də eləyir ya, Ali məhkəmə qərarlarında. Şeyə, Son zamanda bir-iki dəfə görmüşəm. kitabın adını göstərir. Hə, kitabın adını göstərir ya da məhkəmə qərarının özünə. Yəni o yadımda deyil. Yəni varsa mənə də yollayın bir-iki qərar, baxın ona. Gələcəkdə ehtiyacım olacaq snoska verməyə. Yəni Türkiyədə konkret olaraq müəllimlər şey çıxarır, statistika çıxarır ki, bu il ali məhkəmə mənim hansı kitablarıma, hansı qərarlarına istinad verib. Yəni o böyük bir şərəfdir. Məsələn Kemal Gözəl hətta Braziliya mənə belə istinad elədi yazıb, Koreya mənim kitabımı tərcümə elədi yazıb. Nə bilim Sloveniyanın Konstitusiya Məhkəməsi mənim kitabım. Adam başqa bir leveldədir də, yəni o onu deyir. Yəni buna ehtiyac var. Baxın, cəmaətin fikirlərini kopyalamağın adı yoxdur.
Yəni özünüzünki kimi təqdim eləməyin. Yəni bu mənim kəşfim deyil. Mənim kəşfim deyilsə, yəni bayaqçı da mənim kəşfim deyildi. Gördünüz dedim, aha, nə idi onu toplaşmaq azaddır, bula bula. Gəldim gördüm ki, heç o deyilmiş. Yəni başqası var. Çünki mən məcbur mənim də razı olduğum nəzəriyyə budur deyib sılkanı verəcəm ki, bu adamlar da bunu dəstəkləyirlər ya yox. Yəni biri bu. Demək olar ki, bitirirəm də, yəni yorulduğunuzu da hiss edirəm. Deyir ki, indi bu hissəyə gəlin qayıdaq. Deduktiv metod nədir, induktiv nədir? Fərhad müəllimin kitabları ortalıqdadır, deyən o qədər rahatlayır onlarla nümunə verməyə. Deməli, Fərhad müəllim nəzəriyyə kitabında deyir ki, deduktiv metodla bağlı tələbələrimin düzgün yazdığı hüquqi mənbələri 96-cı səhifədə ilk olaraq hüquqi mənbələrin anlayışını verir və ardından da həmin anlayışların izahına başlayır. Bu olur, Fərhad müəllimin istifadə etdiyi bir metod. Bunun əksinə inzibati hüquq kitabında da 6-19-cu səhifədə inzibati orqan anlayışını verir. Birinci hakimiyyətlər bölgüsünü dənə-dənə izah eləyir, qutarır. Dənə-dənə izahdan sonra da başlayır, nə edir? Onları ümumiləşdirib bir anlayış çıxarır. Yəni, xüsusidən ümumiyə gəlir. İndi baxın, son kazusum əslində budur ki, Thomas Herman'ın kitabı var. Mülki hüquqda tətbiq ediləcək hüququn tapılması deyə. Oxumusunuz? O kitabda Almanca bir dənə ifadə var. Almanca nətərdir? Oxuya bilərsən? Üzündən. Özüm. Wer will was von wem woraus. Deməli, burada deyir ki, kim kimdən, nə və hansı səbəblə tələb edir. Əslində bizim ölkədəki tətbiq olunan məsələ budur. Bu yaxınlarda Ali Məhkəmənin bir qərarında da buna istinad edir ki, eyni bu cümləyə. Biz burada kim kimdən, nə səbəblə, nə tələb edirik, istəyirik. Belə bir şey deyir. Amma bu bizdə bir alternativi yoxdur da. Yəni, hə, bu dedi, okey, nə gözəl, biz bunu tətbiq eləyək. Biz bunu istifadə eləyək deyir. Amma bunun alternativini mən dərsdə nətər olub yadımdan çıxıb deməmişəm. İndi sizə deyirəm. Burada deyir ki, Ernest Hirsch var idi, İsveçrəli bir Almandır, bu Yahudidir, Türkiyəyə qaçır Hitlerin əlindən. Onun bir kitabında deyir ki, qanuni tərkib var mülki hüquqlarda, mülki keyslərdə belə. Bu nədir? Əməl, haqsızlıq, təqsir, zərər və səbəbli əlaqə. İndi gəlin bir nümunə deyim. Bu türk blogerlər var ya, vallahi heç birini tanımıram. Yəni belə deyim, ad məndə yoxdur da. Mən TikToker deyiləm, Instagramda da ancaq SMS-ə cavab vermək üçün istifadə edirəm. Arada da story. Deməli, bu adam durur belə vapurda, əlində çay söhbət eləyəndə, kimsə telefonunu düşürür, bu belə tutur. Bilmirəm, mənə də keçən dəfə tələbəci beynim xarab elədi. Yakaladım, belə. Tak telefon düşdü yerə, əlindən sürüşdü. Qadın gəlib deyir ki, sən mənim telefonumu yerə atmısan, mənim xərcimi ödəməlisən. İndi şeydə deyir ki, oğlan, ay başına dön, mən atmışdım sənin telefonu, mən təsadüfən tutdum, sonra da əlimdən sürüşdü də, yəni. İndi gələcəm ora, baxın, bayaq dedik axı, qanuni tərkib olmalıdır, əmər, haqsızlıq falan, bir-bir gələr. Birinci bir anlayış verək ki, bunlar nədir? Hirsch kitabında deyir ki, fəqət ancaq bir şərh ya da dərs kitabından əməl termininin sadəcə aktiv hərəkətlərdən ibarət olmayıb, pasiv hərəkətləri də özündə birləşdirdiyini, əqdən meydana gələn kreditora qarşı hərəkətin haqsız əməl olub olmadığını, bir şəxsi təqsirli hesab etmək üçün hansı ölçülərə ehtiyac olduğunu, zərər ifadəsində, mənəvi zərərdə diqqətə alıb almadığımızı, bir də hansı səbəblə əlaqə nəzəriyyəsini istifadə edəcəyimizi nəzərə almaq lazımdır. Əslində mənim son cümlələrim bunlardır. Çatdım adısı elə. Bununla bağlı mənim blog yazım var, oradan götürəsiniz. Problem deyil. Hə. Bir. Burada hərəkət nədir ki, qadın telefonu tak atdı, belə düşdü nəsə də, yəni hərəkət burdadır, aktivdir. Oğlan da belə durduğu yerdə görür əlinə nəsə dəyib düşür. Məsələn, mənim əlimdə telefon varsa, qəfil belə tutduğum, mən bunu belə eləməyəcəm, tutdum. Yəni, hamı eləyər. Nə dediniz bayaqçı prinsip nə idi? Aşkarlıq idi, prinsip nə idi? Ağlabatan burada tutdum, yəni adam hamı qışqırar da əvvəl-axır. Bu onu eləyir. Sonra sürüşür telefon. İndi nəmli havadır da, yəni dənizin ortasında gedirsən. Telefon düşdü. Qadının orada durub deməsi nədir? Səbəbli təqsir var burada. Təqsir. Mülki hüquqda təqsir. İndi deyəcəm o bir üçün də izah elə ki, hansıdır, qalacaq belə də. Nə əlaqəsi var, yəni böyükdür, kiçikdir? Təqsir yoxdur ki burada. Niyə olsun ki? Burada söhbət harada qutarır? O əlini necə saxlasaydı, əlində dayansın. Niyə saxlamalıyam ki? O artıq onun əlində. Yəni, baxın, hərəkət, dayanın. Təqsiri müəyyən edəcəyiniz sözlər hansılardır? Hansı şeylə, izahla bilirsiniz ki, yox, onu bildim.
Hərəkətə münasibətdə nə olmalıdır ki, qəsd olsun ya da ehtiyası olsun? Hani o nədir? Nə ad versən? Allah, bunun tamısını təmizləməzsəm rahat ol. Yox. Baxın, başınıza dönüm. Ona görə deyirəm, 72-ci il Cinayət Məcəlləsinin kommentariyası daha normaldır. Orada da deyir ki, ey əhali. Keyif ki, dərs deyil. Hə, orada da deyir ki, əmələ münasibətdə bilmə olmalıdır. Bilmə. Bir də istəmə olmalıdır. Sizə izah eləmişəm. Yəni, demirəm, nəsə, istəmə olmalıdır. Yəni, bu adam bilirdi ki, telefonu tutacaq. Bu adam istəyirdi ki, telefonu buraxsın. Sual buradan başlayır. İstəmir deyən ehtiyatsızlığa gedirəm də. İstəsən onsuz da o bilə biləcək mülkiyyəti zərər. Və bilən bilmə var. Orada önce başlayırsan, harda ilişirsən? Səbəbli əlaqədə. Burada hansı səbəbli əlaqə ilə bağlı nəzəriyyələr var? Hansılardır? Oradakı ekvivalent nəzəriyyə var. Bir də ki, o bir əməlin daha çox, yəni digərlərə... Alternativ səbəbli. Hər nəsə, o şeydir, Naimovun kitabını oxuşur. Hər nəsə, yadınızdadır, saya bilərsən. Hə, 4 dənə idi, yadına sal. Şərt nəzəriyyəsi vardı. Əgər telefonu buraxmasaydı, yerə düşməyəcəkdi. Olmasaydı, olmazdı dediyimiz bir şərt nəzəriyyəsi var. Hüquqi uyğunluq var, yəni sən o düşəndə tutmalısan ki, bu niyə düşdü də, ya da ki, indi gələcəm ona. Bir də nə var? Hüquqi təsir nəzəriyyəsi var. Burada o təsirin də bir növ subyektiv nəzəriyyə var. Yəni subyektiv hüquqa təsir nəzəriyyəsi var. Biraz ona qaçır. Çox üzr istəyirəm, başa düşürəm ki, həqiqətən bunları çox yüklənmişəm sizə. Gəlirəm. Şərt nəzəriyyəsindən izah eləyərsənsə, səbəbli əlaqəni düz deyirsən. O buraxmasaydı düşməyəcəkdi. Amma mülki hüquqdur deyə biz insanı ondan şey eləyə bilmərik. Cinayət olsaydı sən deyəndi. Orada bir obyektivlik axtaracaqdım mən. Şərt nəzəriyyəsi plus obyektivlik olmalıdır. İngilislər də bunu belə fikirləşir. O biriləri Alman şeydir, Kielin falan ideyalarıdır. Çox da onlar qəbul edəmir. Uyğun səbəb odur ki, bu hərəkətin baş verməsi üçün ən uyğun hərəkət nədir? Onu müəyyən edir. Təsiri nədir? Ən təsirli hərəkət nədir? Bir də burada biz subyektivlik axtarırıq. Tamam, təsir eləyən nədir? Düşməsi. Həqiqətən bu bilib istəyirdimi? Düşməsini mi? Orada ilişir. Ona görə mən yoxdur. Yəni düzü bunu mən 1000 dəfə diskussiya elədim. Dedim ki, mülküdür bu. O tərəfə kaymaq lazımdır. Baxın, bu sualın Təqsir olsa, onun nəticəsini baxmaq lazımdır. Yəni biz onu... Ay, Məhəmməd, bu suallarının cavabını bax, mən bu kazusu verirəm. Yəni, mülki hüquq hissəsi mənlik deyil. Yəni, mənim ən zəif bildiyim hüquq sahəsi biri mülküdür. Yəni, onu sən sual verməsən Hüseyn müəllimə. O sənə izah edə bilər. Yəni, bura qədər də. Yəni, məndəki sənə gətirdiyim, şablonu verdim. Get. Telefon tutsam, yəni ən halda dəyərli olduğunu bilirəm də, ən ucuz belə 400-500 olur da hər halda. Yəni belə sallamaram da. Belə bəlkə tutarım ki, Ay, Məhəmməd, sən sevinəndə qışqırıb eləmirsən, belə çıxır. onu görməklə tutmamalıydım. Yəni tutmuşam. Mənim belə qoyub. Təsarruf olmur da, əlinlə sıxır. Bir əlinə düşsün. Mən İstəqanın bayaq dediyim məsələ. Olar oturum izracən. Olmaz dəyişdirəm. Sən nə qədər deyirsən, nə qədər Mən də heç şey yaxşı eləmək istəməyəcəm ki, elə bir şey olsa tutun mən. O adam onu şey eləməmişdir. Yəni, Məhəmməd, Yaxşılığı deyil, onu təzən proqram... Təqani demək istəyir ki, Azərbaycanda və ya hər hansı bir ölkədə heç kimdən o adamların qəhrəman olmasını gözləyə bilməzsən. Yəni, o mahiyyət odur. Yəni, hər telefon düşəndə o adam özünü atıb şey ki, martı kimi göydə uçası deyil ki. Valla, mən bilmirəm, kimdir. Mən tələbə yollayıb ki, bu nədir? Mənə izah elə, bütün gün. Ona görə dedim ki, mən heç bir blogerdən xəbərim yoxdur. Bildimdə mən absurd kanı dedim, orada mən absurd hərəkətlər, reallıqda elə bir şey olmaq... Bilmirəm, qadan alım, məndə yoxdur. Mən maraqlanmıram, mənim həyatım blogerlərlə ibarət deyil. Mən kitablarla maraqlanıram, insanlar nə istəyir? Lazımdır. Gördü, mən axırıncı mənə verilən serial... Yəni belə, sualınız var. Mən sonda bir sual vermək istəyirəm. Biz axırda təsirli yazıya çevirməklə tanışdıq. Bir də buna ad qoymaq məsələsi var. Hə. Kreativçi, yəni məqalə yazanda, kitab yazanda elə ad qoyaq ki... Məsələn, İnzibati Hüquq kitabı var Türkiyədə. O qədər maraqlı bir kitabdır. Adı Gün İşığında Yönetimdir. Yəni, mən onun kitabın adını görəndə dedim, bu nədir ki, bu adam bu adı verib buna. Sonra mən öyrəndim ki, demə, Amerika Ali Məhkəməsinin bir hakimi var.
Almaniyada, Amerikada inzibati prosessual məcəllə qəbul olunur. Nə bilim, diskussiyalar gedir. Bu qadın deyir ki, gəlin biz məcəllələrin adını gün işığında idarə etmə qoyaq. Çünki deyir, gün işığında necə ki, bütün mikroblar ölür, bu qanunun tətbiqi ilə də bütün o sistemdəki mikrobları öldürəcək tipli bir çıxış eləyir. Ondan sonra qanunun adı elə qalır. Bu adam da oradan götürüb onu tətbiq eləyir. Yəni, o kitabına, baxın, məsələn, bir ideya, nə bilim, cinayət hüququnda bizim ölkədə dava gedir ki, biz buna cinayət hüququ deməyək, cəza hüququ deyək. Yazın adını cəza hüququ kimi. Yəni, mən həmişə belə tərsinə göstərməyə çalışıram, amma nə qədər olmasa da yeni birisisinizsə, əgər hüquq camiasında yazdığınızın oxunmasını istəyirsinizsə, mövzunuzun mahiyyətini də göstərən bir şeylər olmalıdır. Şey yox da, yəni, nə bilim, mən bu sizə danışdığım legitim gözlənti ilə bağlı məqalə yazın adını belə qoymuşdum, birinci. Pişmiş yumurtadan da cücə çıxarmı deyə sual qoymuşdum. Bu nə idi? Molla Nəsrəddin uşaq vaxtı oxuduğum fikirləşində, məktəb vaxtı oxuduğumu magistrda ağlıma gəldi ki, bu budur. Bir adam tacir olaraq gəlir, ac olur, qalmağa və yeməyə yer tapır. Bir qadın qapısını deyir, 10 dənə yumurta istəyir, bişmiş. Bu yumurtanı verirlər buna. Bu yeyir. Sonra bir neçə il keçir, gəlir ki, pulunu ödəsin. Qadın deyir ki, yox, necə, yəni o yumurta qalsaydı ondan toyuq olardı, cücə çıxacaqdı, o böyüyəcəkdi, neyəcəkdi. Bir ilə qədər bu o qədər şey sadalayır ki, bu adam ömür billah işləsən bunun borcunu qutara bilmir. Gedir Molla Nəsrəddin yanına, deyir ki, mən başıma belə bir iş gəlib. Mən neyniyim? Molla Nəsrəddin deyir ki, get narahat olma, həll eləyəcəm. Deyir, məni də verib qadıya mı, nəyəsə də, yəni qadıya o deməm ki, kral, padişah gəlib keçəndə, mən deyirəm, məni narahat eləyəndə, padişah gəlib keçəndə görür ki, şeydir, Molla Nəsrəddin arpanı bişirir, yerə səpir, şey eləyir, əkir. Deyir ki, ay molla, bişmiş arpadan buğda olar. Deyir, nətər, yəni, bişmiş yumurtadan cücə çıxır. Legitim gözlənti odur da, yəni, sən burada legitim gözləntin qırılıb, bişmişdən cücə çıxma ehtimalı. Mən adını elə qoydum. Sonra mən fikirləşdim ki, bunu mən Konstitusiya Məhkəməsinə məqalə kimi verirəm, adını dəyişdim. Klassik olmayan mülkiyyət anlayışı, qoşa nöqtə, legitim gözlənti. Çünki artıq Konstitusiya Məhkəməsi mənə topa tutar ki, bu nədir? Dolamısan məni. Yəni, ona görə mən onu çıxartdım oradan, adını. Belə bir şey elədik. Yəni, o etapdan etapa keçid var da. Buyurun, əlbəttə. Biz bayağı danışdıq və sübut etməklə bağlı cinayətlər. Bununla bağlı iki dənə yanlışma var. Abdülxətib yanlışma olmalıdır. Abdülxətib ilə Heimkain deyək bir yanlışmadır. O nəzəriyyədir, Heimkainin nəzəriyyəsi. İki dənə fərqli yanlışma var da. Birində deyir ki, Abdülxətib yanlışmada deyir ki, sən bir şeyin olduğunu sübut etmək üçün onun olmayacağı ehtimallarının hamısını nəzərə almalısın. Misal üçün deyir ki, yer sudur. Yer sudursa demək ki, yağış yağır. Deyirsən, bunu deyə bilməzsən. Çünki bəlkə də misal üçün kimsə gəlir oranın suyu məqsəd verir. Digər bir yanaşmada da deyilir ki, mən bayaq dediyim kimi də bir şey əgər ağla baxandırsa, onun ehtimalının olmağı çoxdursa, sən onu artıq sübut etmiş sayırsan da. İndi bizdə sizcə, bizim cinayət hüququmuzda da ittiham tərəfi ideal olan nədir? Bir şəxsi ittiham eləmək üçün onun o əməli etdiyini 100% sübut etdirməlidir. Yoxsa əməli etdiyini və bu əməlin başqa yəni onun eləməsindən başqa bir ehtimal olmayacağını da sübut etməlidir. Yəni digər bütün ehtimalları da yox, əslində belə deyim. Əslində bu səbəbli əlaqə nəzəriyyəsi Roma hüququndan gələn bir şey deyil. İndi ora gətirim sözümü. Bu Millin səhv eləmirəmsə hansısa kitabında gedir, adı yadımda deyil. O deyir ki, məsələn, sən birisini vurdun güllə ilə, o güllə ona dəyənə qədər sən müəyyən eləməlisən. Oradan quş sürüsü keçə bilərdimi? Marslar yer kürəsinə hücum edib yeri zəbt eləyə bilərdimi? Başlayır bir sadalayırdı belə absurd fikirləri. Bunlar olmayacağı təqdirdə bu olubsa, deyir, burada bir səbəb əlaqəsi var. Belə izah verir. Amma mən düşünmürəm ki, bizim ittiham tərəf dursun bir desin ki, B-ni A-nı B də öldürə bilərdi, C də öldürə bilərdi, nə bilim, neyin edə bilərdi. Orada səbəbli əlaqənin, yəni siz dediyiniz etapda qırılma anı var. Biz bu il kazus aldıq. Prokurorluğun Konstitusiya Məhkəməsinə sorğusuydu. Hələ sorğuya cavab verilməyib. Tələbələrimin bu sorğuya rahat cavab verə biləcəyini düşündüyüm üçün imtahana salmışdım ki, suala cavab yazsınlar. O sualda belə idi ki, bu adamı bıçaqlayır, yaralayır, aparırlar xəstəxanaya. Həkim də səhv ilə vurur, bu ölür. Yəni burada yaralayanı da mən ölümə görə cəzalandırmıram da. Yəni oradakı əlaqə odur ki, yaralamasaydı ölməyəcəkdi, söhbəti yoxdur. Bu qadın buna iynəni səhv vurub deyə, ölüb deyə. Mən onu diqqətə alacağam. Kəsici əlaqə
Bilmirəm, yəni mən bunu İtaliya nəzəriyyəsindən görüb izah vermişəm həmişə. Sağ olsun Uğur Alaca Kaplan qəşəng bir cinayətin suçun unsurları kitabı var, elektron. 75 ya da 77-ci ildir. Qəşəng yazıb, qısa bir lakonik 170 səhifə kitaba bayağı yığıb hamısını. Maraqlı bir kitab. Tövsiyə edirəm oxuyun. Yəni orada o əlaqəni tutmaq lazımdır. Biz necədir? Son hərəkətmi, yoxsa ona təsir edən nədirmi buna, onu? Yoxsa durub mən hər dəfə bu da belə eləyə bilərdi, o da belə eləyə bilərdi. Bütün hamısını eləsəm, yəni dövlətin prosesual qənaət prinsipi var da, büdcədə lazımdır axı. Başqa suallarınız var? Yorucu oldu. Ümid edirəm ki, nəsə belə faydalı oldu. Yəni TEDx-də biraz döndərdiyim, üzrü sayın. Yəni mən konstitusionalist olduğuma görə mənim üçün daha rahat idi ki, gəlin burada sizə, nə bilim, qurucu iqtidar nədir, Konstitusiya Məhkəməsi fərdi şikayətlər nədir, yəni bu tip şeylər danışım. Ya da belə deyim də, yarı parlamenti respublika necə qurulur, 2 dəfə kim dedi, bu tip şeylər mənə daha maraqlıdır. Nəinki bunları mən özüm üçün yığmışdım ki, indiyənə qədər türklərdən mənə tövsiyə xarakterli hansı yazılar var. Yəni bunlar da bir-bir qulağıma pıçıldamayıblar da. Cəmaatın avtobiyografiyasından, son dərslərindən, onlarla bağlı xatirələrdən yığıb bir araya gətirdiyim bir yazı idi. Yəni uğur arzu edirəm hər birinizə. Sadəcə hüquqi hiss eləyin. Yəni qanun mətninin sözünə görə tərcüməsi ilə deyil, ruhuna görə tərcüməsi ilə, daha doğrusu təfsiri ilə məşğul olun. Orada o yazılıb deyə illaki o demək deyil. Bir etap o tərəfindən keçib şərh eləmə qabiliyyətinizi inkişaf elətdirin. Nami Barlas deyir ki, siz bakalavra girdiyiniz an, bakalavr sıralarında sizin hüquqşünas olub olmadığınız bəlli olur. Çalışarsınız, çalışmazsınız, öz qabiliyyətinizi artırarsınız, artırmazsınız, bu başqa məsələdir. Həqiqətən ixtisasınızı, peşənizi sevin. Yoxsa durub da 4 il ora təpik döyməyin adı. Almaniyada, İngiltərədə oxuyanlardan xahiş edirəm. Falan kitabı tapa bilmirəm, mənim üçün tapa bilərsən. Məsələn, Almaniya məhkəməsinin kitabı var, 6 cilddir hələ ki. Başlayıb öz prezidentlərini ingilisə tərcümə edib. Mən o kitabı tapmadım. Zəng elədim bir nəfərə, o mənə tapdı, yolladı 2 cildini. Amma son əvvəlkilər yoxdur, köhnələr var. Yəni məcbur, yəni hər qapını döyürsüz. Kitab oğrusu oğru deyil, məsələni belə döndərim. PDF tapıb oxumağınız cəmaatın nəqli mülkiyyəti ola bilər, amma sizin öyrənmənizin qabağını heç bir şey almamalıdır. Yəni həvəslə öyrənin. Yəni vaxtınızı itirirsiniz də. Yəni belə deyim, mənim yazdığım gəlir ki, 4 il tələbə gəlib, dirsək döyüb, 4-cü kursda mən ona dərsə girmişəm. Adam deyir ki, mən hüququ istəmirəm. Başa düşdüm, dayı 4-cü kursa qədər istəməmək olmur da. Sən bura nə zülmlər çəkmisən də. Belə olmuyor. Yəni, nə lazımdır sizə? Sonra 4 il oxumur. Biri var tələbəm, indi magistr oxuyur. Deyirəm, bala, sənlik deyil də, yəni niyə buradasan ki? Deyir, evdən istəyirlər. Mən bunlar çatmır. Ona əsgər aparmayacaqlar, problemi var böyük. Yəni o şeylik məsələ deyil, əsgəri məsələ deyil. Əsgər getməməsi üçün başqa ixtisas da oxuya bilərdi. Çox qəşəng maliyyə biliyi var. Maliyyədə də işləyir. Gedib orada işləsə daha yaxşı olar. Yəni gedib onu oxusun. Ehtimalları dəyərləndirmirəm də.